Vaxtınız xeyir, aktual gündəm efirdədir. Biz bugün İran, ABŞ və İsrail münaqişəsinin 32-ci günündəyik və tərəflər əslində razılıq məsələsi ABŞ tərəfindən səslənsə də, amma mətbuat katibi, Ağ Evin mətbuat katibinin açıqlamasından belə bəlli oldu ki, sona qədər gediləcək və məsələlər həllini tapana qədər hərbi əməliyyatlar uzanacaq. Hətta İsrail tərəfi də söylədi ki, hərbi əməliyyatların konkret cədvəli ilə bağlı heç bir məlumat və yaxud da göstəricilər yoxdur və elə dünən gecə baş verən hadisələr də hədəflərin vurulması da ümumiyyətlə son günlər artan gərginlikdə bir daha bunu göstərir. Əslində bir neçə gün öncə bir qədər qarşılıqlı raket vuruşlarının sayı azalmışdı. Hardasa ümid vardı ki, danışıqlara yer var, amma tərəflər məsələdə çox kəskin mövqe göstərir. Həm İran tərəfi, həm də ABŞ tərəfi. Yeni olansa odur ki, İran artıq Çin kartını açdı və bunu bir dəfə də səsləndirmişdi, amma indi çox net söylədi ki, Çin tərəfi danışıqlar olarsa bir qarant tərəf kimi çıxış etməlidir və bununla bağlı belə bir məlumat var ki, Pakistanın Xarici İşlər Naziri Çinlə danışıqlara və yaxud da kontakta gedərək bu məsələdə mövqeyini öyrənməyə çalışacaq. ABŞ administrasiyasının qərarı ki, İrana qarşı hərbi əməliyyatlar davam edəcək və daha kəskinliklə hədəflərə çatana qədər gedəcək, İran tərəfindən bir mənalı qarşılamayıb və cavab atəşləri də çox kəskin olubdur. Amma eyni zamanda burada başqa bir məqam da var və bu da mühüm məqamdır ki, artıq Hörmüz boğazında İranın razılığı olmadan heç bir gəmi keçə bilmir məsələsi rəsmiləşdirdi və Amerikanın da Hörmüzlə bağlı indiyənə qədər söylədikləri, əslində Amerika hər gün qələbə elan edir, amma reallıq bir qədər fərqlidir. Hörmüzlə bağlı söylədikləri də real deyil. Necə olacaq? Hadisələr quru əməliyyatı ilə inkişaf edəcəkmi və bu quru əməliyyatı nə dərəcədə effektiv olacaq? Bu məsələnin birinci tərəfi, ikinci bir tərəfi Hörmüzün tamamilə nəzarətə götürmüşük bəyanatı birjalara necə təsir göstərəcək? Çünki ondan bir gün öncə Trump söyləmişdi ki, Hörmüzdə artıq müəyyən razılıqlar var, 20 gəmi keçib və bu birjalara təsir eləmişdi. Amma dünən İranın müvafiq parlamentinin qərarından sonra və BMT-dəki nümayəndəsinin açıqlamasından sonra yenidən tərəddüdlər başladı neft qiymətlərində. Biz artıq həm də psixoloji həddi, neft qiymətinin psixoloji həddində keçmişik. Hadisələrin inkişafını ekspertlərimizlə, qonaqlarımızla müzakirə edək. Xəyal Bəşirov, Siyasi və Hüquq Araşdırmalar Mərkəzinin rəhbəri, Aytən Qurbanova, politoloq, Elçin Əliyev, siyasi şərhçi. Xoş gördük sizi. Zoom bağlantımızda olacaq, birazdan onu təqdim edəcəm. İcazə verirsə Aytən xanımla danışaq. Aytən xanım, mən qısaca dünən baş verənləri söylədim, amma eyni zamanda maraqlı bir məqam da var və mən istəmirəm bu məqamı qaçırdaq. Suriya və İraq məsələsidir. Çünki Suriyanın keçid dövrü prezidentinin dünən Almaniya səfəri və qazla bağlı danışıqlar, bugün Britaniya səfərinin baş tutması və bu axarda İsrailin Milli Təhlükəsizlik Nazirinin onun haqqında söylədiyi fikir ki, bu ilanın başıdır və öldürülməlidir. Bu çox ciddi bir mesajdır. İsrail nə etmək istəyir? Və ardından da ali dini rəhbərin məktubu İraqa ki, İraqla İran bir vahid dövlət şəklində birləşməlidir və bir çox müqavimətlərdə də bərabər olmalıdır. Həm də bu mesajları bir sizinlə müzakirə edək. Buyurun. Əslində, İran qarşı durması və tarixi rəqabəti kifayət qədər önəmli təcrübəyə sahibdir və İraqla İranın regionda rəqabəti fonunda əslində biz Səddam Hüseyin dövründə və ondan sonraki dövrdə də ciddi ölçüdə proseslərin fərqli cərəyan etdiyini müşahidə etmişdir. İndiki dövrdə biz müşahidə edəndə İraqa belə bir çağırışın səsləndirilməsi düşünürəm ki, burada önəmli mesaj həm də dini motivdə birləşmənin də özündə etibar edir. Çünki İraq eyni zamanda şiəliyin bir başqa qoludur. Əgər biz Qum məktəbindən və Nəcəf məktəbindən danışırıqsa, ilk gündən etibarən Nəcəf məktəbindən cihadla bağlı əmrin verilməsi, belə bir fətvanın verilməsi gözləntiləri var idi. Hətta Sistaninin belə bir açıqlama verməməsi, niyə İrana dəstək vermədiyi suallarını da gündəmə gətirmişdi. Və bu fonda dəyərləndirəndə ali dini liderdən İraqa belə bir çağırış gözləniləndir mi? Bəli, gözləniləndir. Bu çağırışa cavab olacaqmı? Təbii ki, xeyr. Mən düşünmürəm ki, hər hansısa bir formada İraq və İranın koalisyon şəkildə belə bir birliyinin təcəssüm etdirilməsi mümkün olsun. Qayıdaq ki, Suriya ilə bağlı olan məsələ əslində Suriyada keçid hökuməti İsrail tərəfindən onsuz tanınmır. Yəni keçid hökumətinin formalaşdırılması və Türkiyənin rəhbərliyində belə bir yeni bir idarəçilik sisteminin formalaşdırılması
formalaşdırılması İsrail üçün arzu olunan yanaşma deyil. Sadəcə Amerikanın vasitəçiliyi ilə Türkiyənin ortaya qoyduğu yanaşma və Türkiyə modelində Suriyada idarəçi sisteminin formalaşdırılması İsrail tərəfindən müvəqqəti olaraq qəbul olunmuşdur. Burada da əsas faktor təhlükəsizliklə bağlı zəmanətin verilməsi, Qolan təpələrindən hər hansısa bir formada təhdidin olmaması ilə bağlı Türkiyə istiqamətində müəyyən bir razılığın əldə olunması və Suriyada gedən proseslərdə Türkiyənin aparacı aktor olması ilə bağlıdır. Amma son proseslər onu göstərir ki, Əşşəranın qərb dövlətlərlə əlaqələrinin genişlənməsi heç bir halda İsrail tərəfindən onsuz qəbul olunan bir istiqamət də deyil. Onun məhv edilməsi ilə bağlı hər hansısa bir fikrin səsləndirilməsi indiki fonda onsuz İsrailin regionla bağlı o vəd olunmuş torpaqlar və böyük İsraillə bağlı olan məsələsini yenə də gündəmə gətirir. Bu sadəcə verilmiş bir bəyanat deyil və İranla başlayan bir prosesin biz genişlənən bir regional böhrana çevriləcəyi ilə bağlı ehtimalları və ssenariləri uzun müddətdə müzakirə edirdik. Son zamanlarda müzakirələrə diqqət edəndə Amerika Birləşmiş Ştatları və İsrailin regionla bağlı yanaşmalarında fərqliliklər də daha çox ön plana çıxarılır və bu fərqlilikləri nəzərdən keçirəndə Suriya, İraq, İran və ümumiyyətlə regionda baş verən proseslərdə regional koalisiyaların formalaşdırılmasının qaçılmaz olduğunu da biz görə bilirik. İslamabadda keçirilən görüş heç də təsadüfi deyildi və Xaricilər Nazirləri səviyyəsində keçirilən görüşlər region dövlətlərinin vahid bir birliyinin, koalisyon birliyinin formalaşdırılmasının artıq labüd olması ilə bağlı önəmli bir mesaj verir. Çünki hər biri ciddi ziddiyyətli maraqlara sahib olsa da, xarici siyasətlərində toqquşan məqamlar olsa da, diqqət ediriksə regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında artıq İranda başlayan prosesin müəyyən bir nəticələrini bir aydın şəkildə müşahidə edirik. Bilmirəm, Mersheimer'ın son 5-ci gün verdiyi müsahibəyə və İranla bağlı olan məsələlərin müzakirəsinə diqqət yetirsək, aydın şəkildə müşahidə edə bilirik ki, Amerikanın da, İsrailin də onsuz regionla və İranla bağlı olan hədəfləri və ilkin gözləntiləri özündə olmayıb. Özünü doğrultmadığı kimi Mersheimer'ın ifadəsilə desək, bütün kartlar bugün İran əlindədir. Və İran bir çox istiqamətdə təzyiq mexanizmini özündə qoyur. Açılışda sizin də qeyd etdiyiniz kimi Hörmüz boğazı ilə bağlı verilən qərar Amerika Birləşmiş Ştatlarının ilk gündən əsas təhdid vasitəsi kimi istifadə etdiyi yanaşmalardan biridir. Yəni Hörmüz boğazı heç bir halda bağlana bilməz. Bağlandığı halda istənilən formada orada yerləşdirilən İran qüvvələrinə qarşı güc tətbiqindən çəkinməyəcəklər. Amma biz artıq Çinin belə gəmilərinin keçməsinə icazə verilmədiyini gördük. Hətta Tayvanın gəmisi vuruldu, eyni zamanda bir çox istiqamətdə bununla bağlı addımların atıldığını müşahidə etdik. Mən artıq son mərhələdə kulminasiya səhhətində Hörmüz boğazı ilə bağlı strateji hədəf İran tərəfindən yerinə yetirilir və bu təzyiq vasitəsi həm dünya birjasına kifayət qədər çox nəticələr özündə ehtiva edir. Həm də Amerikanın İranla bağlı və orta şərqlə bağlı siyasətindəki boşluqları da aydın şəkildə göstərir. Yəni İranla bağlı indiyə qədər olan təsəvvürlər, ehtimallar, Trumpın bəyanatları heç də tarixi təcrübəyə ya da ki İranın sosioloji quruluşuna, cəmiyyəti ilə bağlı aydın təsəvvürə malik olmadığını da aydın şəkildə göstərirdi və biz aydın şəkildə görə bilirik ki, İran müharibəsi, Amerika ilə İran müharibəsi Rusiya-Ukrayna müharibəsi kimi 48 saat ərzində bitəcək ya da ki 2 həftə ərzində bitəcək bir müharibə deyil. Və bunun buru əməliyyatı... Əslində bunu heç kim də deməmişdi. Yox, əslində 2 həftə dedi, sonra dedi 4 həftə və 5-6 həftə ərzində... Amma 48 saat deyilməmişdi. 48 saat təbii ki deyil. Rusiya mediası Ukrayna ilə bağlı demişdi. Amma bununla bağlı açıq etiraf edir. Trumpın biz bəyanatlarına baxsaq, deyir 99% İranın hərbi potensialını tamamilə məhv etmişik. Trumpın bəyanatları aydındır. Bu bir hesablanmış məsələlər də ola bilər. İcazə verirsiniz Zoom bağlantısını təqdim edeyim. Əmrə bəydir, Əmrə Dinər, siyasi şərhçi. Türkiyədən Əmrə bəy, vaxtınız xeyir, xoş gördük sizi. Merhabalar Erçin Bey. Yayınlar dilerim, değerli konuklarınıza da yayınlar. Təşəkkür edirəm. Aytan xanım, bir məqam istəyirəm dəqiqləşdirək, üstündən keçməyək, sonra bu məsələyə qayıdaq. Siz bayaq qeyd etdiniz ki, bax bu artan gərginlik axarında İsrail həm də Suriya məsələsini həll etmək istəyir. Digər tərəfdən Livan məsələsini həll etmək istəyir və artıq da xeyli işlər görüb. Digər tərəfdən dünən parlamentdə qəbul olmuş Fələstinlərlə bağlı qərar az qala bütün dünya ictimaiyyətin. İsrail nə etmək istəyir? Yəni sözün əsl mənasında indi onun vaxtı deyildi. Fələstinlə bağlı ən azı parlamentinin qərarının vaxtı deyildi. Bundan nəyi göstərmək istəyir? Biz vaxtı deyil. Yəni İran dəlillik eləyirsə mən də eləyə bilərəm mesajıdırmı, yoxsa? Əslində İsrailin 30-40 ildir gözlədiyi bir vaxtın yetişməsi ilə bağlı bir təsəvvür var. Nə vaxtın? Yəni vəd olunmuş torpaqların tamamilə İsrailin nəzarətinə alınması ilə bağlı vaxtın yetişməsi və mövcud şəraitdən maksimum dərəcədə istifadə etmək potensialı. Mən sizi niyə görə soruşdum Aytan xanım, üzr istəyirəm. Ola bilər mən fikrimi tam ifadə eləmədim. Yəni bu dəqiqə o qədər də münbit şərait deyil axı İsrail üçün. Yəni həm beynəlxalq ictimaiyyət tərəfindən çox ciddi qınanmalar var İrana görə. Digər tərəfdən indi mətbuat yazır hər halda, biz dəqiq bilmirik. Silahların tükənməsi məsələsi var, daxili gərginlik də var, əhali artıq bezibdir, yəni hər gün bombardıman və s. və faktik olaraq dünən biz gördük, İran artıq dəmir qübbəni kifayət qədər aldada biləcək raketlərlə vurdu. Yəni aldada biləcək. Biri var onu
elə bir effekt verir ki, çatdıra bilmir. Bir də var aldadır. Yəni artıq bu fərqli bir fikirdir. Və bu axarda buna lazım idi. Hələ bugün gördünüz də Milli Təhlükəsizlik Nazirlərində PİV nə isə qeyd edirdi və s. Əslində İsrailin bununla bağlı da vermək istədiyi mesaj onunla bağlıdır ki, paylaşılan informasiyalar reallığı əks etdirmir. Yəni biz o qədər də çətin vəziyyətdə deyilik, hərbi potensial tükənmir. Biz Qəzzada da hədəflərimizə nail olmaq üçün yetəri qədər strateji hədəflərə malikik. İranla bağlı prosesdə onların dediyi və ya təsvir etmək istədiyi formada ifadə etsək, uğurlu şəkildə dırnaqarası formada uğurlu şəkildə davam etdirilir. Livanda prosesləri davam etdirilir və ümumilikdə Orta Şərqdə İsrail öz strateji hədəfləri istiqamətində paralel əməliyyatlar həyata keçirir. İsrailin vermək istədiyi mesaj budur. Bu doğrudurmu? Reallığı tam əks etdirirmi? İsrailin həqiqətən potensialı tükənirmi? Sizin dediyiniz kimi dəmir qübbə ilə bağlı onsuz yetəri qədər mif tamamilə aradan qaldırıldı İran tərəfindən. Çünki İran atdığı raketlərin tam hədəfinə çatması və İsrailin mərkəzində Təl-Əvivdə uzun müddətli Qəzzada və digər bölgələrdə olan görüntülərin məhz Təl-Əvivdən paylaşılması o dağıntılarla bağlı aydın mesaj verdi ki, bu günə qədər dəmir qübbə ilə bağlı verilən mifik hər hansısa bir yanaşma reallığı əks etdirmirmiş. Amma mən düşünürəm ki, Netanyahu hakimiyyəti hər hansısa bir formada bugün Fələstin məsələsinin ya da Qəzza ilə bağlı o addımların atılmasının real şəraiti deyil və İranla bağlı proseslər davam etdiyi bir dövrdə, eyni zamanda Livanda bir proseslərin davam etdiyi bir dövrdə bunu dayandırmalıyıq təfəkküründə deyil. Yəni Netanyahu hakimiyyətinin qarşıya qoyduğu ən əsas strateji hədəf Orta Şərqdə o tarixdən irəli gələn böyük İsrail dırnaqarası ya da ki vəd olmuş konsepsiyasını yerinə yetirməkdir. Atak var, həm də ki real addımlar var. Həm real addımlar var, həm də psixoloji hədəf və bu real addımlar da əslində İsrail üçün sona qədər gediləcək addımlardır. Və mən düşünürəm ki, İsrail son mərhələdə hər hansısa bir formada təhdid gördüyü halda daha təhdid edəcək və ya qlobal sistemin bu günə qədər daha çox narahat etdiyi addımları ata biləcək potensiala sahibdir. Mən icazə verirsinizsə, Xəyal müəllimdən belə bir sual verim. Xəyal müəllim, fərz edək ki, biz artıq aprelin 1-indəyik. Hipotetik götürülük. Ona görə mən belə dedim ki, hər şeyi bu dəqiqə fərz edəcək. Və fərz edək Pakistan hansısa bir şəkildə Çinlə razılaşdı. Çinin cavabı necə olacaq? Qarant olmaq istəyəcəkmi? Niyə İran məhz Çini qarant istəyir? Və İran, əgər hətta hipotetik götürək, Çin qarant olarsa nəyi dəyişəcək? Təşəkkür edirəm Məhsul müəllim. Əslində Çinin bu müharibə prosesində bu və ya digər formada diqqətə gətirilməsi ilk məsələ deyil. Bəli. Elə İranın o gəmilərin keçidində yuanla o pulu alması, eyni zamanda Yaponiyadan başlayaraq o neftin satışının yuanla həyata keçirməsi özü-özlüyündə sanki İran tərəfindən Çini istəsə də istəməsə də proseslərə cəlb etmək niyyətini ortaya qoyur və bir amili də mütləq şəkildə unutmaq lazım deyil ki, Körfəz ölkələrində də Amerika Birləşmiş Ştatlarında o etimadın sarsılmasından sonra burada növbəti bir təhlükəsizlik təminatı kimi daha çox Rusiyanın üzərində durmaq ehtimalları daha böyükdür. Nə üçün? Çünki Rusiyaya onsuz da etibar yoxdur. Rusiya yaxın şərqdə, ümumiyyətlə regionda mövqelərini itirib və ona görə burada əsas güc və söz sahibi kimi bugün dünyada iqtisadi cəhətdən inkişaf edən və proseslərə əslində kifayət qədər təsir etmək imkanı olsa da, bu proseslərdən müəyyən mənada kənarda qalan Çinin bura cəlb edilməsi mən düşünürəm ki, onlar üçün ən uğurlu hesab edilən variantdır. Bəzi ekspertlər qeyd edirlər ki, yox Çin, hətta baxın sizin studiyanızda da biz müzakirə etmişik, deyirlər ki, Çin bu proseslərə qoşulmaq niyyətində deyil. Bəli, Çin o yatmış nəhəng obrazını davam etdirmək niyyətindədir. Bu formada proseslərdən, qlobal proseslərdən kənarda qalıb iqtisadi cəhətdən inkişaf etmək niyyətindədir. Mən belə düşünmürəm. Baxın, elə Amerika Birləşmiş Ştatlarının özünün də zamanında Monroe doktrinası var idi 19-cu əsrdə ki, biz dünyada baş verən proseslərə qarışmırıq, bizim də işlərimizə qarışmasınlar. Amma günlərin birində Amerika Birləşmiş Ştatları... Sizin sözünüzə qüvvət kimi deyim, əgər hərbi parad keçən Çin keçirməsəydi elə təmtəraqla, mən də o cür fikirləşərdim ki, yatmış əjdaha yenə də yatmaqda davam edəcək. Amma hərbi parad göstərdi ki, bu fikirdə deyil. Bəli. Və o da bir çox məsələləri sürətləndirdi. Bir də istəsə də istəməsə də Tayvan kimi bir düyünü var Çinin. Və bu proses istəsə də istəməsə də hər bir halda həllini tapmalıdır. Və bugün dünyada bütün güclər, hətta baxın Amerika Birləşmiş Ştatlarının rəqibləri də, düşmənləri də, hətta Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik çətiri altında olan dövlətlərin özü belə, Körfəz ölkələri, elə uzaq şərqdə olan Yaponiya, Cənubi Koreya və bir sıra digər Cənub-Şərqi Asiya dövlətləri, hətta Avropa ölkələri belə bugün proseslərin hansı istiqamətdə gedəcəyini müşahidə edirlər. Onlar gözləntidədirlər. Və o gözləntilər əgər Amerika Birləşmiş Ştatlarının onsuz da bugün dünyada qlobal səviyyədə nüfuzunun gündən-günə sarsıldığı prosesinin dərinləşməsini görərlərsə, o halda mən düşünürəm ki, onlar
burada növbəti bir təhlükəsizlik qarantı kimi Çinə də üz tuta bilərlər. İndi bircə dəqiqə təsəvvür elədik ki, ayın biridir və Pakistan bu məsələni göndərdi, Çin də razılaşdı. Bəli. Nə olacaq sonrası? Bax, Çin əgər burada qarant olarsa nə baş verəcəkdir? Çin qarant olarsa, o halda Çin ilk addım olaraq Amerika Birləşmiş Ştatlarından müharibəni dərhal dayandırmağı tələb edəcək. Və bunun istiqamətində bu çağırış edildikdə onsuz da indiyə qədər bəzi bəyanatlar verilib. Amma Bəli. bu bəyanatlar sanki baxın Xarici İşlər Nazirliyi səviyyəsində və yaxud digər rəsmilər səviyyəsində verilib və bu o qədər əks-səda doğuran bir bəyanatlar deyildi. Amma əgər Çinə bu prosesdə Çinin yanında olmaq istəklərini biruzə verərlərsə, xüsusilə də baxın biz nəyin şahidi oluruq ən son? Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ittifaqı burada. Onsuz da onlar çox gözəl bilirlər ki, İran 15 maddəlik deməli təklifi qəbul etməyəcək. Onlar Pakistanda toplaşmaqda əsas məqsədi pərdə arxasında bundan sonraki yaxın şərqdə, körfəzdə təhlükəsizlik arxitekturasının müqəddəratını müzakirə edirlər. Və Avropanın bu prosesə qarşı çıxmasını, baxın, biz əvvəldən deyirik, Avropa bu proseslərə cəlb olmaq niyyətində deyil. Aydındır. Biz bunu əlaqələndirirdik ki, Ukrayna müharibəsinə görə digər məsələ. Avropanın əsas istəyi bilirsinizmi nədir? Amerika Birləşmiş Ştatlarının ənənəvi siyasətə qarşı getməsi, Sünni-Şiə məsələsini pozması. Çünki Böyük Britaniya regiondan çıxarkən burada ən ciddi problem kimi Sünni-Şiə problemini qoyub. Və bu, bugünə qədər İslam dünyasının birləşməsinin qarşısını alan əsas amillərdən biridir. Amma baxın, sizin dediyiniz kimi, hipotetik olaraq düşünək ki, İran məhv oldu. Bugün həmin o dövlətlərin birləşməsi Avropanın onsuz da elə Amerika Birləşmiş Ştatlarının regiondan çıxmasına gətirib çıxaracaq. Ona görə mən düşünürəm ki, Avropa pərdə arxasında, xüsusilə də Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatlarına pərdə arxasında çağırışlar edirlər ki, sən bizim dünyada qlobal səviyyədə ənənəvi siyasətimiz, hansı ki, ötən əsrin ortalarından bugünə qədər bizim o siyasətimiz uğurlarını gətirib və yaxın şərqdə əsas söz sahibi elə qərb ölkələri olub, Amerika Birləşmiş Ştatları olub. Bugün o ənənəni pozmaq, Trumpın atdığı o addımlar, Benjamin Netanyahunun çağırışlarına gedərək o tələyə düşməsi əslində bugün yaxın şərqdə və körfəzdə o təhlükəsizlik arxitekturasının pozulmasına və Amerika Birləşmiş Ştatlarının və ümumilikdə Qərbin o prosesdə zəifləməsinə gətirib çıxarır. Çin bundan təbii ki, bu boşluqdan çox məharətlə istifadə edəcək. Çünki biz Çin dövlətinin və Çin xalqının müdrik siyasətini bilirik. Onlarla bugünə qədər səssiz durmaları, proseslərə qoşulmamaları, maksimum dərəcədə proseslərdən kənarda qalmalarının əsas səbəbi və məqsədi də ondan ibarət olub ki, Çin lazımi məqamda, uyğun məqamda ən münbit şəraitdə proseslərə müdaxilə etsin. Mən düşünürəm ki, artıq o münbit şərait yetişməkdədir və Çin də bundan məharətlə istifadə edəcək. Elə o yuanla neftin satılmasına Çinin açıq şəkildə etiraz etməməsi özü göstərir ki, Çin bu prosesə razıdır. Sadəcə hələ ki, öz dili ilə bunu demir, İranın dili ilə deyir və biz nəzərə alaq ki, BRICS ölkələri var və BRICS ölkələri də hələ ki, bu prosesdə aktivliklərini nümayiş etdirməyiblər. Onlar da prosesin o kulminasiya nöqtəsini gözləyirlər ki, Amerika Birləşmiş Ştatları onsuz da baxın, quru əməliyyatının aparılması və yaxud da ki, nüvə silahı ilə İranın vurulması məsələsi bu məsələdə qırılma nöqtəsi olacaq. O aydındır. Bu ən pis senaridir. Heç onu mən istəmirəm də müzakirəyə açıq etiraf edirəm. Bir vacib məqam var. Siz Britaniya faktorunu dediniz. Mən sadəcə əlavə eləmək istəyirəm. Mən bayaq qeyd etdim Suriyanın keçid dövrünün prezidentinin Britaniya səfəri və qarşıdakı günlərdə Mərkəzi Asiya dövlətlərinin liderlərinin Britaniya səfəri gözlənilir. Və bayaq siz dediyiniz məqam burada da işə düşür. Britaniyada həm də bu situasiyadan kifayət qədər iqtisadi və energetika təhlükəsizlik məsələsində əsas rol oynamaq istəyir və buna doğru da gedir. Mən düşünürəm ki, bu faktoru biz unutmayaq və həm də nəyə görə unutmayaq? Çünki Trumpın yaxud da ABŞ-nin regionda başlatdığı və yaxud eləmək istədiyi, amma indi İrana görə eləyə bilmədiyi bəzi layihələrin də icrasını Avropa fürsətdən istifadə edib özlərinə götürə bilər. Hətta Çinlə anlaşa da bilərlər bu məsələdə. Bu da ola bilər və əslində anlaşmaya da elə doğru gedirdi məsələlər. Bildiyimiz hadisələr baş verməsə də bir çox şeylər gedirdi ona doğru. Çinlə bağlı sadəcə bir məqamı qeyd etmək istəyirəm. Çin qısaca çünki reklama ayrılacaq. Uzun müddət yatmış əjdaha obrazından çıxış edə bilməz və Çinin tarixini nəzərə yetirəndə biz strateji olaraq Amerika Birləşmiş Ştatlarının inkişaf tarixinin imitasiya olunduğunu da görürük. Yəni, aydındır. Aytən xanım, bu biraz geniş mövzudur. İcazə verirsə reklamdan sonra davam elətdirək, çünki istəmirəm sözünüzü kəsin. Reklama baxaq.
26.600 manat. Bəli, düz eşitdin. Bu məbləğlə Yasamalda ev sahibi ola bilərsən. Park Yasamalda 52 kvadrat metr, 2 otaq studiya, tam təmirli mənzil sərfəli ilkin ödənişlə satışdadır. 52 kvadrat metrdən 109 kvadrat metrə qədər mənzil seçimləri ilə büdcənə və zövqünə uyğun evi seçə bilərsən. Mənzilin ədəbəsi də 30 iş gününə geri qayıdır. Mənzili tikintisi davam edərkən al. Sərfəli qiymət və gələcək qazanc sənin olsun. Ətraflı Ulduz 1544. İsveçdə həyat öz axarı ilə gedir. 63. Tələsmədən. Belə olduqda paltar yumağa az vaxt qalır. Yeni Electrolux paltar yuanı daha sürətli tam yuma proqramı ilə vaxta qənaət edir. Hyvä din då. Hektisk. Daha yaxşı həyat üçün İsveçdə dizayn edilib. Fika. 26.600 manat. Bəli, düz eşitdin. Bu məbləğlə Yasamalda ev sahibi ola bilərsən. Park Yasamalda 52 kvadrat metr, 2 otaq studiya, tam təmirli mənzil sərfəli ilkin ödənişlə satışdadır. 52 kvadrat metrdən 109 kvadrat metrə qədər mənzil seçimləri ilə büdcənə və zövqünə uyğun evi seçə bilərsən. Mənzilin ədəbəsi də 30 iş gününə geri qayıdır. Mənzili tikintisi davam edərkən al. Sərfəli qiymət və gələcək qazanc sənin olsun. Ətraflı Ulduz 1544. Aktual gündəm davam edir. Aytan xanım, Çin məsələsinə qayıdacaq. Əgər icazə verirsə Əmrə bəylə iki məqamı dəqiqləşdirək və bir bu Türkiyə bu məsələdə ilk gündən danışıqlarda iştirak etmək və ümumiyyətlə hələ ki bu savaş başlamamış. Çox kifayət qədər rol oynayırdı. Bugün də bu rol oynayır. Və açıq etiraf ilə ki, Hakan Fidanın simasında Türkiyənin təzyiqi olmasaydı, bəlkə də Körfəz ölkələri münaqişəyə daha fəal qoşulardılar. Bu görünən budur, mənim gördüyüm budur. Eyni zamanda Pakistanın da bu situasiyada çox fəallıq göstərməsi, Türkiyənin də kifayət qədər fəallıq göstərməsi. Birinci sual, niyə Çin, Türkiyə və Pakistanın qarant olmasına yetərli hesab eləməyib, üzr istəyirəm, İran yetərli hesab eləməyib, Çinə müraciət edib. İkinci və o da vacib məsələdir. Lap tutaq ki, Çin də razılaşdı. İranda kimlə danışıqlara gedəcəklər və bu danışıqlara gedən adam həqiqətən də o sülhü təmin edə biləcəkmi İran daxilində? Çünki mən Sepahın da və digər İran rəsmilərinin də açıqlamalarının şəxsən bunu hiss edə bilmirəm. Buyurun, Əmrə bəy. Evet, özellikle Ali Khamenei'nin ölümünden sonra İran'da farklı bir yönetim tarzına geçildiği, hatta farklı bir yönetim tarzına geçilmesiyle birlikte bu süreçte test edildi. Yani çift kutuplu bir karar alma mekanizması varken bugün Trump'ın dahi ismini sır gibi sakladığı işte çok iyi birileri var. Biz onlarla müzakere ediyoruz. Demek ki İran artık o birileri dediği kişi yönetimi almış, İran'ın yönetimini. Dolayısıyla bu yeni yönetimde şu sinyali veriyor. Artık Çin'in de dahil olabileceği, yani tek kutuplu dünyanın bir noktası, bir yere geldiğini, artık çift kutuplu dünyanın gelişiminin kapısını açıldığı mesajlarını veriyor. Şimdi Türkiye olarak özellikle şunu ifade etmekte yarar var. Bugün Dışişleri Bakanı Sayın Hakan Fidan unutmamak gerekir ki eski Milli İstihbarat Teşkilatı Başkanı. Dolayısıyla sadece bakanlık değil, istihbarat noktasında da aynı zamanda yapmış olduğu müzakereleri yönetiyor. Yani bu ne demektir? Belki de her kişiyle ilgili, her ülkeyle ilgili çok kritik elinde bulundurduğu kozları da yere geldiği zaman hiç çekinmeden ortaya koyabiliyor. Belki böyle bir irade de söz konusu ortaya koyabiliyor ki bu onu gerçek manada her koşulda ikna kabiliyetini güçlü eden noktaya getiriyor. Dolayısıyla burada Hakan Fidan'ın derin anlamda biraz daha yani daha ilkin bir Dışişleri Bakanı. O da az önce ifade ettiğimiz sebeplerden kaynaklanabildiğini de ifade etmekte yarar var. Çünkü uzun zamandan beri Milli İstihbarat Teşkilatı'nın başında olan bir isim. Dolayısıyla bu argümanları bir de diplomasıyla birlikte harmanladığı zaman ortaya daha başarılı işler, daha başarılı icraatlar ortaya çıktığında ifade etmekte yarar. Ben şimdi aslında biraz konunun dışına çıkacağım ama kusura bakmayın. Şimdi hani Çin'le ilgili olan konuyu biz sizinle başa baş programlarda da konuşmuştuk. Bugün özellikle hani Amerika Birleşik Devletleri'nin İran'a dediği nükleer silah bulundurmasıyla ilgili bu saldırının başlattığını ifade etmişti. Ama dünya şunu anladı. Aslında
İran'ın en büyük nükleer silahı Hürmüz Boğazı. Yani bunu bir kez daha ifade etti aslında Hürmüz Boğazı'nda. Çünkü sizinle de daha önce konuşmuştuk. Hürmüz Boğazı tasarısı komiteden geçti bugün İran meclisine. Esas ondan sonra daha fazla bir sorun veya daha fazla bir sorunsal prosesler ortaya çıkabilir. İşte o zaman Çin devreye girebilir. Yani Çin ne zaman devreye girebilir dedik. Çin işte bu saatten sonra devreye girebilir. Çünkü Çin'in amacı halihazırda önceliği İran'ın düşüp düşmemesi veya parçalanması değil, Orta Doğu'daki enerji kaynaklarının güveni daha önemli Pekin yönetimi için. Öyle. Dolayısıyla bu İran'ın savaşmasıyla birlikte eğer bu Orta Doğu'daki enerji güvenliği krize girdiği zaman işte o zaman Çin tüm olanaklarıyla müdahale olabilir. Doğrudan direkt olarak müdahale olabilir. Yani dolaylı yönden işte Pakistan'la değil veya başka bir ülke aracılığıyla değil, bu sefer doğrudan gelir. Şimdi esas mesele Amerika Birleşik Devletleri Başkanı Donald Trump tarafından gelen ikircikli yani çelişkili ifadeler. Bir yandan müzakere yönetiyoruz, bir yandan başarılıyız. İmajının yansıtması gerçekten dünyayı oylamaktan başka bir şey değil 6 Nisan'a kadar. Ama aslında Amerika Birleşik Devletleri'nin burada tarafsız olduğumuzu da ifade edilir. Yani her zaman diyoruz ya ne Amerikancıyız, ne Çinciyiz, ne de İrancıyız. Dolayısıyla burada tarafsız olmak lazım. Yani objektif bakmak lazım olaylara. Şunu söyleyeceğim. Polonya basınındaki iddia bugün çok önemli bir noktaydı. Yani Patriot sisteminin Amerika Birleşik Devletleri tarafından gayri resmi olarak istenmesi, ikisinden birinin bize verdirilmesi çok önemli bir olay. Yani demek ki Amerika Birleşik Devletleri'nin stoklarının ciddi anlamda güç kaybetti, ciddi anlamda eridiğini ortaya koyuyor. Dolayısıyla burada şunu anlayabiliriz. Hürmüz Boğazı'na kara harekatı tamamen o söylemler demek ki İran'ın müzakere masasına çekmek için yapılmış bir kart olarak görmek lazım. Şimdi ben de gönderirim 10.000 tane askın istediğim X bölgeye ama orada askerin bulundurması şu anlama gelir, caydırıcılık. Ya girerim ya benim müzakere masasına oturursun ya da ben bu kartı kullanırım. Bunu demek istiyor aslında Amerika Birleşik Devletleri. Dolayısıyla burada Amerika'nın çok büyük riskleri var. Yani şimdi bir kere Hürmüz Boğazı ile olay bitmiyor. Hürmüz Boğazı'nın kıyılarını kontrol etmek için askeri güç lazım bir. Orada güvenlik gemileri, oradaki tankerlerin güvenliğini sağlanması lazım. Yani eskort, askeri askeri savaş gemileri göndermemiz lazım. Savaş gemisi de eksik. Mayın tarama aletlerimiz yok. 2025 Pentagon istihbaratında ben geçen hafta okudum. Bu konuda briefing verilmiş Trump'a tam 3 kez. Yani yeterli şeyimiz yoktur mayın temizleme ile ilgili. Dolayısıyla burada da İran'da dediğim gibi nükleer gücüm de var ama en büyük nükleer gücüm Hürmüz Boğazı dedi. Dolayısıyla Hürmüz Boğazı'da işler bitmiyor demiştik. Buna ek olarak bir de Husiler çıktı. Bu sefer İran destekli. Şimdi Kızıldeniz'de de aynı şekilde Kızıldeniz'de de güvenliği sağlaması lazım. Yani Hürmüz Boğazı'nın bugün askeri operasyonu yapmak tek başına akıllıca bir durum değil. Diğer yandan Kızıldeniz'in güvenliğini sağlarsanız işte o zaman başarılı olursunuz. Yani Har Adası'nı ele geçirmek istiyor Trump. Oradaki petrol yataklarını ele geçirmek istiyor. Zaten bunu itiraf da etti. Demek ki bu itiraf etmesi şu anlama geldi. Yani biz nükleer silah, işte uranyum vesaire bahane, yani İran'ın elinde bulunduğu şeyler bahane. Ama bizim oradaki istediğimiz konular enerji kaynağı. Şimdi bu tür operasyonları Kızıldeniz'e karşı Husilerle eş zamanlı yapması lazım. Eğer Amerika Birleşik Devletleri ciddi anlamda Hürmüz Boğazı'nı ele geçirmek istiyorsa bunu yap. Bir kere risk. Askeri açıdan da risk. Halihazırda son yapılan anketlere göre Amerika Birleşik Devletleri'ndeki orduda inanılmaz derecede bir tepki var. Dolayısıyla Trump da tüm bu gelişmelerin farkında. Onun için de ne kadar caydırıcı güç kullanabilirsem, mesela İsfahan'daki nükleer tesislerin patlamasının görüntüsünü paylaşmasının en büyük sebebi psikolojik harp uygulamasıdır Tahran yönetimi. Yani ben bunları bu şekilde gösterirsem işte bak ben sizi bu şekilde mahvederim değil. Artık hadi müzakereye gel, hadi müzakere masasına gel. Bu işi uzatmayalım bence en büyük tanımdır, ifadesidir.
Dolayısıyla Emre Bey, burada da Emre Bey, bir sual da çok konkretləşdirməyinizi istəyəcəm. Lap danışıqlar prosesi başladı. İrandan kimlə danışsınlar ki, bunu reallaşdıra bilsin və sualı bir qədər də fərqli qoyum. Yaxşı, biz deyirik İsrail tükəndi, ABŞ tükəndi. Mən razıyam. Bu İran tükənmir. Buyurun. Şimdi evet, yayının başında da dediğimiz gibi, şimdi Amerika Birleşik Devletleri arka kapı diplomasisini yönetiyor ama kimlerle görüşüyor? Yani İran'da hangi yönetimlerle görüşüyor henüz daha açıklanmış değil. İşte bir meclis başkanını ortaya koydular. Meclis başkanı dedi, ben böyle bir herhangi bir görüşme gerçekleştiğini ifadesi var. Bana göre bu işi güvendiği kişi dediği Arapçı olduğunu ifade, yani Arapçı olduğunu zannederim o Dışişleri Bakanı Arapçı ve Dışişleri Bakanı neden Arapçı diyorum? Çünkü Arapçı sert görünümlü, tamam hani olayları sert görünümlü bazen mesajlar verebiliyor ama müzakereye açık bir Dışişleri Bakanı. Dolayısıyla müzakereye açık bir Dışişleri Bakanı olduğunu nereden anlıyoruz? Emre Bey, müzakereye lap açıq olsun. Lap getdi, imza attı. Onun imzasının bir qüvvəsi var mı? Sepah bu dəqiqə oranı idarə edir. Yəni Sepah onun imzasını tanıyacaqmı, dayandıracaqmı silahı? Bax bu dəqiqə bu sual mən istəyirəm. Mən düşünmürəm ki, Sepah ona razılaşacaq. Hələ nəzərə alsaq ki, Sepahın tərkibində İsrail kəşfiyyatı ilə insanlar ümumiyyətlə bunu pozmağa çalışırlar. Belə bir versiyada səslənir. Şimdi şöyle, yani çok başlı bir yönetim tarzı var İran'da. Elçin Bey. Bak ona göre soruşurum. Şu anda görevde. Görevde mi o da bilmiyoruz. Yani yaralı olduğu ifade ediliyor ama bu işi kimin yönettiğini bilmiyoruz. Pezeshkian biraz daha geri plandan çıkmış bir Pezeshkian var ortada. Yani gelen açıklamalara bakıyoruz. Ya bu arada yani meclis başkanı olarak galiba haklı değilsiniz. Evet, bir de Dışişleri Bakanı Arapçı'nın daha ön planda o. Ben Arapçı'yı şuradan yorumlayabilirim ancak. Çünkü Pakistan, Türkiye ve Suudi Arabistan, Mısır gibi ülkelerde net olarak network'ü kuran, yani müzakere ortamı, diplomasi ortamı arayan en güçlü isimlerden bir tanesi. Sürekli Twitter'ı takip ettiğiniz zaman görüşmelerini de açıkça paylaşan, diplomasi yolunda aradığını söyleyen bir figür var. Yani bir siyasi figür var. Dolayısıyla burada yani her söylenene veya her açıklamaya zaten bakmamak lazım. Yani her açıklamaya baksaydık mesela Trump'ın bir savaşı biz kazandık dediğinde savaş hakikaten Trump'ın kazanması olduğu gibi görünür. Ama tablo öyle değil maalesef. Burada Amerika Birleşik Devletleri ya blöf yapıyor, onu da söyleyeyim. Bu da olabilir. Yani içeride birileri var, başka birileri var değil. Yönetim zafiyetini daha da derinleştirmek için birilerine karşı böyle bir imkan var. Yani böyle bir iddianın da bir kenarda kalması ve her artan şüpheyle birlikte yönetimi zarara uğratmak için yapacağı bir taktik de olabilir. Psikolojik harp diye bir şey var sonuçta. Yani Aydındır. Haqlısınız Emre Bey. Bir xəbər də gəldi. ABŞ aviadaşıyıcıları artıq Fars körfəzində deyil və İran sahillərinə 1000 kilometr geri çəkiliblər. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini general-mayor Əli Fədavi məlumat verib. Bu da maraqlı mesajdır. Hara çəkiliblər, niyə çəkiliblər, nəyə hazırlıq gedir? İcazə verirsə, Elçi müəllimlə bu məsələni dəqiqləşdirim. Əmrə bəyə də verdiyim sualı sizə təkrar verirəm. Əgər hətta razılaşarsa, Çin də qarant olarsa, İran tərəfindən kimlə danışılacaq, kim qol çəkəcək və onun icrası nə qədər realdır? Sepah buna imkan verəcəkmi? Birinci növbədə mən elə hesab edirəm ki, hələ ki İran özü də bu danışıqlara hazır deyil. Hər nə qədər belə görünsə də, mən hesab edirəm ki, danışıqlara hazır deyil. O, maksimum müharibəni uzatmağa çalışır. Yəni, biz indi fikirləşirik, bu deyirik ki, resursların tükənməsi məsələsi. Mən sadəcə sual kimi verdim, düşünmürəm, yəni sual verirəm. Mən hesab edirəm ki, yəni indiki biz onsuz da burada müzakirə edəyimiz hamısı bizim özümüzün görüşüdür də. Əlbəttə. Biz hələ ki, içəridə nə baş verir, onu tam da bilmirik. Bəli. Amma İran danışıqlara getməyəcək. Mən belə düşünürəm. Çünki İran vuruşqan xalqdır. Mən bunu bir dəfə deyəndə, efirlərin birində deyəndə biraz belə bəyənilmədi bu fikrim. Amma bu realdır, bu həqiqətən də belə olacaq. İran sona qədər vuruşmağı seçəcək. Ta ki, ABŞ-ı da
İsraili də geri otuzdurana qədər belə düşünür, təbii ki. Məsələ ona görə bugün Hörmüz boğazının bağlanması məsələsi ön plandadır. Ondan sonra bu Çin kartının açılması deyirik. Çin, məsələn, mən Xəyal müəllimin dediklərinin əslində çox da razı deyiləm. Çünki niyə? Çin hələ də gözləyəcək. Hələ də gözləmədədir. Burada əsas məsələlərdən biri biz unutmuşuq Rusiya. Ki, Rusiya əslində İrana bildirməsə də dəstəyini verir. Çünki ona sərf eləyir bu müharibənin uzanması da, müharibədə İranın qələbə çalması da. İndi sözsüz ki, burada mən hesab edirəm ki, heç bir tərəf qələbə çalmayacaq. Hər iki tərəf elə belə bildirəcək ki, biz qələbə çalırıq. Onsuz da həm İran tərəfi belə bildirir, hər gün bildirir ki, biz qələbə çalmışıq. Bütün günü Trump deyir ki, biz qələbə çalmışıq, İsrail deyir artıq İranı məhv eləmişik və s. Amma əsas qalibiyyət nə vaxt olacaq? Bu müharibədən kim daha çox ziyan görəcək? Bax, o zaman qalibiyyət bəlli olacaq ki, hansı ölkə, yaxud birbaşa müdaxilə edən, yaxud da müdaxiləyə məcbur cəlb edilən ölkələr ki var, bax, onlardan kim daha çox ziyan görəcək, məğlub olan ölkə o olacaq. Bu da təbii ki, mənim subyektiv fikrimdir. Mən belə analiz edərdim. Yəni, İran xalqı sonuna qədər vuruşacaq. Bunu mən deyim sizə. Müharibənin ilk günlərində olan çox tərəfli idarəçilik sisteminin İranda hal-hazırda davam etdiyini düşünmürəm mən. Çünki biz diqqət edirik, Hörmüz boğazı ilə bağlı SEPA'nın verdiyi bəyanat eyni zamanda Prezident Yusuf tərəfindən də davam etdirildi. Parlament tərəfindən. Yəni Əmrə bəyin dediyi kimi çox hakimiyyətlilik deyil. Hal-hazırda onsuz koordinasiyalı şəkildə fəaliyyət göstərməyə mən də onu müşahidə etmişəm. Məcburdular buna da. Yəni, İndi məcburdular, yoxsa elə mexanizm belə qurulub, bu başqa məsələdir, amma faktik belədir, haqlısınız. Mexanizm əvvəldən elə qurulmuşdu. Ali dini lider öldürüləndən sonra biz bu mexanizmin işləmədiyini gördük. Amma ondan sonraki mərhələdə bu mexanizm olmadan onların ümumi düşmənə qarşı mübarizə aparmasının mümkünsüzlüyü də aydın şəkildə müşahidə olundu. Və İranın dövlət təfəkkürü o qədər də sadəlöv yanaşmaya sahib deyil. İranın dövlət təfəkkürü çox sadə yanaşmanı özündə ehtiva edən primitiv bir sistem deyil. Çox təəssüflər olsun ki, İran nə qədər təhdid ehtiva etsə də digər region dövlətləri üçün ya da ki, radikal düşüncələri ixrac edən bir mərkəzə çevrilsə də, eyni zamanda onun dövlətçilik ənənələri ilə bağlı olan təcrübəsi də doğru dəyərləndirilməlidir. Amerika ilə İsrail bunu doğru dəyərləndirmədiyi üçün məhz bu gün İran üzərində mütləq qələbəyə nail ola bilmirlər. Və İran sona qədər mübarizə aparıb döyüşmək düşüncəsi təbii ki, hörmətlə yanaşım hər birimizin fikirlərinə. Sadəcə mən düşünürəm ki, İranın buna resursları yetərmi? Bu əsas suallardan biridir. Digər tərəfdən İran onsuz regionda yetəri qədər təcridçilik şəraitləri. Həm də Ayten xanım, resurslar məsələsinə gəlincə Hörmüzün bağlı olması təkcə ona buna yox, İranın özünə də ziyandır iqtisadi. Hətta Pezeşkən söyləmişdi ki, bizim iqtisadi böyük bir çöküş ərəfəsində Hörmüzün bağlanmasına görə, çünki təkcə neft gəlirləri məsələsi deyil, yəni yeganə ticarət yolu normal işləyən oradır. Yəni, burada ərzaqın gətirilməsi və s. məsələsi var. Əslində, Çinlə bağlı variantı səsləndirilməsində bir məqamı qeyd etmək istəyirəm ki, Çinin gəmiləri geri qaytarılanda da mən eyni düşüncədəydim və eyni fikri səsləndirmək istəyirəm ki, yəni, mən düşünmürəm ki, bu Çinlə razılaşdırılmamış addım idi. Çünki digər gəmilərə qarşı kifayət qədər aqressiv ritorika səsləndirildiyi ya da mövqe nümayiş etdirildiyi halda Çinin gəmiləri sadəcə geri qaytarıldı və ondan sonra təhlükəsizlik zəmanəti ya da qarantor olaraq Çinin adı səsləndirildi. Yəni, Çin qoşulacaq. Çin onsuz qoşulmaq məcburiyyətində. Müəllim deyir, qoşulmayacaq, ona görə dəqiqləşdirmək istəyir. Çinin qlobal güc olma iddiası var və qlobal güc olma iddiasını sadəcə iqtisadi nüfuz etməklə davam etdirə bilməz. Onun strateji hədəfləri də var. Bəli, hərbi münaqişələr üçün o həddə qoşulacaq və öz təmkinini itirəcək ki, Tayvan məsələsi gündəmə gəlir. Hərbi münaqişə hələ çox uzaq bir söhbətdir. Biz hələ qarant, yəni ən azından kiminsə telefonunu götürüb cavab vermək məsələsi də mütləq mən sizə söz verəcəm, amma icazə verin bir məqam var. Əmrə bəy, Ayten xanım söylədi ki, İran haqqında o cür düşünmək ki, orada çox hakimiyyətlilikdir və hər kəs belə deyək, bir yerdə qərar verir, bir qədər düzgün yanaşma deyil. Vahid qərar olduğu görünür, həqiqətən də elədir. Hörmüz deyən kimi hamısı yeknəsək olaraq Hörmüz deyir və bağlayırlar da, parlamentdə qərar qəbul edir. Heç kim də durub demir ki, bu Hörmüzü biz bağlasaq bizə də ziyandır və yaxud bəlkə də var, biz indi bilmirik, ya alternativ fikir mən eşitməmişim açıqlamalarda. Amma siz dediniz ki, çox hakimiyyətlikdir və həqiqətən də orada kimsə gedib razılaşsa da ona əməl etməmək ehtimalı var. Bakın şunu söylemek gerekiyor Erçin'le. Bugün Amerika Birleşik Devletleri'nin Polonya'dan Patriot istemesi, Almanya'nın sırtını dönmesi, akabinde Avrupa Birliği ülkelerinin, NATO ülkelerinin sırtını dönmesi bence bu uyarı.
Daha doğrusu bunu dikkate almak lazım. Yani önümüzdeki süreç, şu an için belki böyle bir görüntü sahnesi önümüzde olmayabilir ama bir 5-10 sene sonra dünya çift kutuplu dünyaya doğru gitmek zorunda. Bakın, Birleşmiş Milletler'in içi boşalmış bir dünyadan geçiyoruz değil mi? Birleşmiş Milletleri bu krizin, savaşın neresinde gördünüz mü? Guterres'ten sadece bir beraberlik mesajından başka herhangi bir çağrı geldi. Dolayısıyla burada sistem artık tıkandı. Dolayısıyla çift kutuplu dünyaya gitmek zorunda. Dünya, çift kutuplu dünyaya doğru açılmak zorunda. Şimdi Çin bu işin neresinde biliyor musunuz? Çin bu işin İran Savaşı'nı ne kadar uzatırsa, ne kadar dayanabilirse Çin için o kadar kârlı. Bunu söylemek lazım. Çünkü neden Çin için kârlı? Çünkü Amerika Birleşik Devletleri'nin mühimmatlarının bitmesi Çin için vazgeçilmez en büyük fırsatlardan bir tanesi. Dolayısıyla ne kadar yıpranırsa Amerika Birleşik Devletleri, Çin işte o zaman devreye girer. O zamanki belki de kendisini süper güç olarak artık ben de bu dünyanın süper güç noktasında ben de varım diyecek. Belki bunu ilan etmek için de dediğimiz gibi savaşı uzatmak istiyor. Belki de şunu da yapmış olabilir. İran'a istediğin kadar dayanabildiğin süre kadar dayan, ben sana teknoloji olarak da her türlü şekilde desteği veriyorum diyecek. Bakın, savaşmak maliyet işi. Yani şimdi bugün İran'ın bütün stoklarını, petrol rezervlerini Çin bile alsa ayakta durabilir Rusya gibi. Şimdi biz sizinle daha önce de konuştuğumuz gibi Rusya şu anda cari açığını kapatmak üzere, biliyor musun? Ural petrolünden. Dolayısıyla en büyük faydasını yine maalesef gördüğünüz gibi işte Pasifik'teki söz konusu ittifaklar bu işi götürmeye başladı. Yani sizce Patriot istemesi Amerika Birleşik Devletleri'nin bugün küçümsenecek bir durum mu? Hayır değil. Demek ki gerçek anlamda Amerika Birleşik Devletleri sıkışık. Bakın, riski azaltmak için, savaş riskini azaltmak için Amerika'nın 2 tane yol izlemesi lazım. Birincisi, İran'ın gemilerini durdurması lazım. Yani saldırıyı durdurması lazım. Söz konusu oradaki Hürmüz Boğazı'ndaki X gemilerine yaptığı saldırı. Mənə elə gəlir ki, üzr istəyirəm, bax, Körfəzdən bugün aviadaşıyıcıların 1000 kilometr uzaqlaşdırılması Trump'ın bir neçə gün öncə dediyi var idi. Mən Hörmüzü bombardıman edəcəm. Məncə ona hesablanıb. Çox ciddi bombardıman gözləməliyik. Bax, bunu da mən belə düşündüm. Yani aynı şekilde, şimdi bundan sonra yani oradaki bombalama şeyi şu olması lazım. Mantıken bakıldığı zaman yani şimdi. İran'ın radar sistemleri, Hürmüz Boğazı'ndaki radar sistemi, tesisleri, askeri manevra, kabiliyet tesisleri vurursa belki bir noktada İran'ın önünü kesebilir Amerika Birleşik Devletleri. Belki bu yüzden geri çekilin, ben oraya bir bombardıman saldırısında, yani saldırıda bulunacağım ilanlar yapmıştım. Çünkü 2 tane riski ortadan kaldırdığı takdirde Amerika Birleşik Devletleri savaşı belki de lehine çevirebilecek bir pozisyon oluşturabilir. Yani saldırma kabiliyetini, İran'ın saldırma kabiliyetini minimum asgariye indirirse belki dediğiniz gibi yani çok tahribatlı bir olay olur. İran'la Amerikan askerinin karşı karşıya gelmesi, işte harekat veya vesaire, ama önce havadan İran'ın manevra taktik ve manevralarını zayıflatabilir, daha sonra kara harekatını masaya sunabilir. Yani bunu bu şekilde bir manevra yapabilir Amerika Birleşik Devletleri. Yani Amerika'ya göre dediğimiz gibi Boğaz'ı güvenli hale getirmenin en güvenli yolu. Birincisi Hürmüz Boğazı'nda askeri operasyon, sadece Hürmüz Boğazı'nda değil, Kızıldeniz'de bir askeri operasyon yapması lazım ki eş zamanlı olarak o limanı kendine güvenli hale getirebilsin. Əmrə bəy, bir xəbər də gəldi. İtaliya ABŞ təyyarələrinin Siciliyadakı bazasına enməsinə icazə verməyib. Artıq çəkilirlər də, Avropa ölkələri də bu prosesə ciddi bir proses başlayır. Emre Bey, ben size teşekkür ederim. Son olarak Erçin, çok güzel bir hayal söyleyeceğim. Şimdi Amerika Birleşik Devletleri'nin yanında şu anda Avrupa Birliği, bakın, kendine güçlü bir askeri şemsiye aldı. Ve şu anda da tarafsızlık rolünü üstleniyor. İran Savaşı'na dahil olmamasının nedeni ABD'ye olan güvensizlik, ABD'ye olan yani artık güvensizliğin derinleşmiş manasına göre. Bugün Çin'le de Avrupa Birliği ticareti kesmiş değil. Çin'e çok uzak bir güç olarak görmüyor. Bu savaşın akıbetinin Hürmüz Boğazı'nda kimin sözü geçecekse o belirleyecek. Bu çok net. İttifakları da o belirleyecek. Yani bugün Avrupa Birliği İran kazanabilir de düşünüyor. Amerika kaybeder, İran kazanır. Onu da düşünüyor. Dolayısıyla İran kazanması demek de otomatikman
Çin'in daha fazla hakimiyet alanının genişlemesi demek. Çünkü Çin ister istemez bu savaşa uzaktan da olsa İran ordusuna teknoloji sattı, teknoloji verdi. Bugün Pasifik'te Hint okyanusuna atılan 4 kilometrelik 4000 kilometrelik füzenin altyapı sistemlerini incelediğimiz zaman altında Çin var. Dolayısıyla bu ne anlama geliyor? Hem kendi aletlerini, savaş aletlerini deneyen de Çin, hem de İran'ın düşmemesi için Amerika'yı yıpratmak ve tabii ki mühimmatlarını eritmek için kendine manevralarını yapan bir Çin'i de elbette küçümsememek lazım diye düşünüyorum. Sözsüz. Teşekkür ederim Emre Bey, minnətdaram bizlə oldunuz. Biz davam etdirək. Buyurun. Əsməm, kifayət qədər burada suallar yarandı. Bax, İranda danışıqlar prosesində kim ilə danışıqlar aparılması məsələsi. Niyə bu yoxdur? Çünki İran hələ ki danışıqlar aparmaq istəmir. Bəli. Danışıqlar aparmaq istəmir və niyə aparmaq istəmir? Həm prosesin uzanması İranın xeyrinə, Amerika Birləşmiş Ştatlarının ziyanınadır. Digər bir məsələdə kim danışır, onu vurub öldürürlər. İndi bunu İsrail tərəfi mi edir, digər tərəf mi edir? Hər bir halda danışıqlar prosesində subyekt olan tərəfin zərərsizləşdirilməsi prosesi bugün İranın ali dini liderinin gizlədilməsi və danışıqlarda əsas söz sahibi kimin olması məsələsini qeyri-müəyyənləşdirməyə gətirib çıxarıb İran tərəfindən. Mən düşünürəm ki, elə ona görədir ki, İran tərəfinin şərtlərindən birinci duran şərt odur ki, dərhal əməliyyatlar dayandırılmalıdır. Əgər danışıqlara geliriksə, dərhal əməliyyatlar, müharibə, hücumlar dayandırılmalıdır. Bax, bu təhlükəsizlik qarantiyası verəcək ki, danışıqlar prosesində kim iştirak edəcək. Ondan sonra biz artıq İranın ali dini liderində ortaya çıxmasının şahidi ola bilərik. Və yaxud da ki, kim əsas söz sahibi olacaq, kimə bu belə deyim, salahiyyət veriləcək, onun da şahidi olacaq. O ki qaldı. Sizin Bunkerdə olan görüş sizin dediyiniz fikirlər təsdiqləyir. Yəni, Nazirlər Kabinetinin və prezidentin iştirakı ilə. Bəli. Bax, bu məsələnin bir tərəfi. Digər tərəfi isə burada belə deyim, belə fikir səsləndirildi ki, bax, Çinin, hörmətli həmkarım dedi ki, Çin gözləyəcək. Təbii Çinin indiyə qədər gözləmə mövqeyində olması elə onların doğru yolda olmasını göstərir. Amma elə gözləmə mövqeyində olmaq o demək deyil ki, qeyri-müəyyən müddətə gözləyəcəyik. Bax, Elçin müəllim, biz danışanda niyə Braziliya, Argentina demirik, Yeni Zelandiya demirik, Çindən danışırıq? Niyə? Çünki Amerika Birləşmiş Ştatlarından sonra Körfəzdə ən böyük marağı olan Çindir. İqtisadi, siyasi maraqları. Hələ İranla ticarət heç də o demək deyil, Çin ancaq İranla ticarət aparır. Ərəb ölkələri ilə Çin dəfələrlə çox ticarət dövriyəsi var İrandan. Və Çinin bu boşluğu doldurması Çinin özünün də müqəddəratının həll edilməsi deməkdir. Onun, bax, bugün dünyada Amerika Birləşmiş Ştatlarına alternativ, iqtisadi cəhətdən, siyasi cəhətdən, digər istiqamətlərdə alternativ ola biləcək yeganə dövlət hələ ki Çindir. Və Çinin bu prosesdə iştirak etməsi niyə İran tərəfindən təşəbbüs? Siz az öncə bir sual verdiniz ki, baxın, 4 ölkə, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan niyə bunlara İran etimad eləmir? Çinin bu prosesə cəlb olunmasını tərəfdarıdır. Ona görə ki, bu ölkələrin hər biri İranla eyni məzhəbi bölüşməyən və İranın əhatəsində olan sünni dövlətləridir. Və bu dövlətlərə İranın nə qədər etibar edəcəyi o qədər də real görünmür. Düzdür, indi burada heç kim etibar eləmir. Nə o dövlətlər İrana etibar edirlər. Çünki onlar bu prosesdə, proses bitdikdən sonra İranın Körfəzə nəzarət etməsini qəbul edə bilmirlər. Və doğru da edirlər. Çünki İranın bu prosesdən hər bir halda özünü qalib elan edəcək İran və İranın bu prosesdən qalib çıxması, onların təbirincə laf desək, o proses, daha doğrusu yaxın şərqə və Körfəz ölkələrində nəzarəti onun əlinə verəcək və bu halda artıq onlar ona xərac vermək məcburiyyətində qalacaqlar. Yəni, söhbət Körfəz ölkələrindən gedir. Bu baxımdan mən düşünürəm ki, Çinin bu prosesə cəlb edilməsi elə onların da marağına uyğundur, elə İranın da marağına uyğundur. Və Amerika Birləşmiş Ştatları bax, gedib addım atmaq istəmir. Amerika Birləşmiş Ştatları çox gözəl anlayır ki, ora quru əməliyyatı həyata keçirmək, Amerika Birləşmiş Ştatlarının bataqlığın dərinliyinə daha çox getməsi deməkdir. Necə ki, Vyetnamda Danang deməli aeroportuna Amerika Birləşmiş Ştatları cəmi 3000 səhv etmirəmsə deməli hərbçi yerləşdirdi. Ondan sonra bir neçə gün, bir neçə ay, həftə sonra Amerika Birləşmiş Ştatlarının ordusu orada yarım milyona gəlib çıxdı. Niyə görə? Çünki artıq quru əməliyyatı Donald Trumpa tək o deyil ki, yaxın illəri götürək. Yəni çoxlu nümunələr göstərir. Bəli, İraq, Əfqanistan... Təkcə niyə deyirsiniz, Afrikada olan əməliyyatlar, uğursuz əməliyyatlar? Ümumiyyətlə, Elçin müəllim, Amerika Birləşmiş Ştatlarının hərbisi, Amerika Birləşmiş Ştatlarının ordusunun quru əməliyyatları aparıb uğur əldə etmək kimi, məsələn, aylarla, illərlə davam edən bir müharibəsi olmur. Məncə, o plan da yoxdur. Məncə, o plan yoxdur. Mən də Elçin müəllimə sual verəcəm, amma icazə verirsiniz, Zoom bağlantısında Kazım Kazımov da var, siyasi şərhçi, onu da təqdim edeyim. Kazım müəllim, xoş gördük sizi də.
İçməm, mən qonaqlarını tamamlayıram. təşəkkür edirəm. Burada yəni əsas sual budur. İranın iqtisadi resursları nə qədər dözəcək? Bax, indi siz deyirsiniz, dözümlü xalqdır, döyüşkən xalqdır. Hamısı çox gözəl, amma bu döyüşkən yemək də yeməlidir və yaxud da atmalı silahı da olmalıdır. Çin verdi, lap tutaq ki verdi. Axı Çin ən azından o qədər də verə bilməz və vermək də niyyətində olmayacaq ki, o tam müqavimət göstərə bilsin və yaxud da siz demişkən qələbə qazana bilsin. Bütün hallarda Çin ümumiyyətlə lazımdır İranın qələbə qazanmağı, bu aydındır. Amma heç o lap istəsə belə bunu təmin edə bilməyəcək. Çünki yəni ən azından Amerikada da kifayət qədər resurslar var. Hələ lap resurslar olmaz, lap hər ikisinin silahı tükənsin. Ən azından iqtisadi yemək verməlidir. Hələ mən demirəm ki, enerji strukturlarına və yaxud da nə bilim elektrik stansiyalarına bir dənə dəyən zərbədən sonra nə qədər başqa ziyanlar olacaq. Bu tərəfini istəyərdim açıqlayasınız. Mən elə ona görə yəni başdan onu dedim ki, Çin niyə görə gözləyəcək? Çinə, siz də deyirsiniz, buradakı həmkarlar da deyir ki, hələ ki sərf eləyir də bu. Çin nə qədər çalışır ki, müəyyən resurslarla təmin eləsin İranı. Hansı ki, mən bayaq Rusiyanın adını çəkdim ki, Rusiya da burada çalışır ki, yəni bildirməsə də. Çünki bilirsiniz də bu, səhv etmirəmsə, keçən ilin yanvarındaydı da bu strateji əməkdaşlıq müqaviləsi bağladılar Rusiya ilə İran. Bilirsiniz ki, orada çox böyük bəndlər var. Hətta düzdür, hərbi müdaxilə ilə bağlı heç bir bənd yoxdur. Yəni kənardan hər hansı bir müdaxilə olarsa ümumi sözlər çoxdur, amma konkret bir şey yoxdur orada. Birgə mövqe var. Sadəcə birgə mövqe var. Yəni hətta orada separatizm plan da öz əksini tapır ki, separatist qüvvələr qalxarsa Rusiya ilə İran eyni mövqe ortaya qoyacaq. Amma Rusiyanın İrana verdiyi dəstəyi hələ ki çox da heç kəs görmür, yaxud da görməzdən gəlir. Elə bilirlər ki, başı qarışıb Ukraynaya və s. Rusiyaya da indi sərf eləyir ki, birinci növbədə Amerika bu müharibədə qələbə qazana bilməsin və birinci məsələ nüfuz zəifliyi yaransın. Ondan sonra bu həm də sərf eləyir, Rusiya nəyi müşahidə elədi? Trump artıq açıq-açıq NATO ölkələrinə mesajlar verir ki, siz bizə kömək eləmirsiniz. Düzdürmü? Yəni, burada da Rusiya öz istəklərinə müəyyən qədər nail olur. Çin də həmçinin. Bu iki ölkə mən hesab edirəm ki, İrana bu dəqiqə ən əsas dəstək verən iki ölkədir ki, Çin və Rusiya. Onlar heç vaxt açıq bir şəkildə deməyəcəklər ki, biz hərbi müdaxiləyə qoşuluruq. Amma iqtisadi cəhətdən yaxud da İran səhv etmirəmsə müharibə başlayanda bəyan eləmişdi ki, bizə koordinatları Çin ötürür. Belə bir kəşfiyyat məlumatlarını Çin ötürür. Bunu da açıq şəkildə bəyan eləyə bilmişdi. Yəni əgər biz bu nöqteyi nəzərdən yanaşırıq, Rusiyaya çağırış da etdilər ki, biz kəşfiyyat məlumatları verməyə dayandırın. Yəni əgər bu nöqteyi nəzərdən baxsaq, hər iki ölkə müharibədədir. Amma sırf o quru qoşunları biz deyirik. Amerikanın İsrailin ümumiyyətlə quru qoşunlarında heç bir uğuru olmayacaq. Yəni iştirak eləmək də istəmir. Məncə o niyyəti də yoxdur. Onun başqa bir yəni Amerikadakı bu hərbi terminologiyada bir məsələ var da, olduğun yeri tanıma məsələsi. Mən niyə görə bayaq deyirəm ki, İran bu müharibədə əgər quru qoşunları ilə hər hansı bir hücum olarsa, sona qədər mübarizə aparacaq. Çünki olduğu yeri daha yaxşı tanıyır. İran həm də həmin silahları kifayət qədərdir. Yəni quru əməliyyatlarda. Yəni quru əməliyyatında İran sona qədər özünü saxlamağa çalışacaq. Hələ bundan sonra bilirsiniz ki, o partizan müharibəsi zət da olacaq. Hələ mən böyük ehtimal ki, belə deyirəm, əgər sona qədər tükənmə ehtimalı yaranarsa, ki, artıq heç bir köməyi olmasa, hər hansı bir ölkədən dəstək almasa, orada hələ terror hadisələri filan da olacaq. Yəni Amerikanın ideoloji olaraq İranın birləşdirmə ehtimalı da var. Mücahid hərəkatına çevirib biraz daha fərqli formaya. Onu nəzərdə tuturam. Yəni İran onsuz da bayaq siz çox düzgün vurğuladınız Aytən xanım. Hesablamamışdılar. ABŞ hesablamamışdı ki, onlar necə ki deyək ki, Rusiyada Putindən sonraki Rusiyaya ümid edirlər. İranda da əslində liderdən sonraki İrana ümid edirdilər, amma alınmadı. Yəni hesablamamışdılar bunu ki, lider öləcək və hər şey bitəcək. Əslində biz bunun formal olduğunu düşünürdük. Ali dini lider öldürülməzdən əvvəl, ondan sonraki fəaliyyət planı ilə bağlı. Görünən odur ki, paylaşılan informasiyanın arxası var. Dərin bir oturmuş bir sistem imiş. Yəni ki, biz onu həmişə görməzdən gəlirdik, yaxud da dediyim kimi görmək istəmirdik. Yəni biz dedikdə mən ölkə olaraq nəzərdə tutmuram. Yəni fikir olaraq deyirəm ki, İrana qarşı da
çox belə adekvat fikir yox idi. Hamı fikirləşirdi ki, iqtisadi cəhətdən zəifdir, siyasi cəhətdən zəifdir, amma görünən bu idi ki, dözə bilir. Sona qədər mübarizəni davam etdirmək istəyir. Və burada marağı olan iki dövlət ki, mən deyirəm, Rusiya və Çin, bunlar da bildirməsələr də sona qədər İrana öz dəstəyini verəcəklər. Aydındır. Kazım müəllim, mən çox diqqətlə qulaq asdım. Mən əslində situasiyanın həm də fərqli baxışın tərəfdarıyam və Azərbaycanın da Türkiyənin də bu məsələdə mövqeyi bir qədər fərqli olmalıdır. Qonşudur, aydındır. Orada milyonlarla Azərbaycanlı yaşayır, bu da aydındır. Bütün hallarda İranın indiyənə qədər Azərbaycan olan mövqeyi də aydındır. Amma mən düşünürəm ki, mənim fikrimdir ki, bugün İranda olan dini fanatizmin yaratdığı idarəçilik sisteminin fəsadları ilə İsraildə də var. Heç nəyindən fərqlənmir. İkisi də eyni cürdülər və mən elə bugün də Milli Təhlükəsizlik Nazirinin, mən onu ağıllı bir adam hesab edirdim, döş nişanını gördüm, o asmaq üçün ipin işarəsini işarələyib çıxıblar o dünənki qərardan sonra. Bu adamların nə qədər dini fanatizmdən artıq Armagedon arzusunda olduğunu və s. və bundan da mən elə gəlir ki, soyuq məntiq yox, ümumiyyətlə məntiq itirdiyini də şahid oldum. Yəni, bütün anlamda belədir. Amma indi situasiya çox aydındır. Mənə bir şey, mən bayaqdan da bunu eşitmək istəyirəm ki, hamı deyir, İranın gücü çatır. İranın nə qədər gücü var, iqtisadi cəhətdən nə qədər dözə biləcək, hərbi cəhətdən nə qədər dözə biləcək və ən azından əgər enerji strukturları vurularsa, hədəf alınarsa, yaxşı, onda nə baş verəcək İran daxilində? Buyurun, Kazım müəllim. Məsələ bundan ibarətdir ki, İran düzü bir aydır toqquşmalar davam edir. Lakin unutmayaq ki, bu əslində sadəcə hava hücumlarıdır və İran da öz hava müdafiə sistemləri ilə və ballistik raketlərlə qarşılıq verir. Və bu tarixdə yaşanmış ilk deyil. Bunun ilk biz təzahürünü 1991-ci ildə Səhrada Tufan əməliyyatında İraqda görmüşük. Nəzərə alsaq ki, Səddam Hüseyn rejimi İrandakı hökumət sistemindən dəfələrlə zəif idi və İraqın 1991-ci ilin İraqı kifayət qədər zəifləmişdi, çünki 8 illik İran-İraq müharibəsi yenicə bitmişdi və Kuveyt işğal edildikdən sonra dərhal atılmışdılar. Yəni, İraqın iqtisadi vəziyyəti də, hərbi vəziyyəti də yaxşı deyildi. Buna rəğmən Səddam Hüseyn belə təxminən 3 aylıq bir müqavimət göstərə bilmişdi və 3 aydan sonra Səddam Hüseyn deyil, müttəfiqlər artıq qələbə elan edərək müharibəni dayandırmışlar. O cümlədən zaman-zaman digər Havanadakı xuntaya qarşı belə əməliyyat olmuşdu, Somalidə belə bir hava əməliyyatları olmuşdu. Yəni, bütün bu zəif xunta rejimlər dözə bildiyi təqdirdə, əlbəttə ki, İranın da hətta bir neçə ay davam etsə də belə hava hücumları buna dözə biləcəyini düşünürəm. Mən əlbəttə ki, quru əməliyyatlar başlayarsa, vəziyyət tamamilə fərqli ola bilər. Lakin İranın... Kazım müəllim, quru əməliyyatından danışacaq icazənizlə reklama baxandan sonra. 26.600 manat. Bəli, düz eşitdin. Bu məbləğlə Yasamalda ev sahibi ola bilərsən. Park Yasamalda 52 kvadrat metr, 2 otaq studiya, tam təmirli mənzil, sərfəli ilkin ödənişlə satışdadır. 52 kvadrat metrdən 109 kvadrat metrə qədər mənzil seçimləri ilə büdcənə və zövqünə uyğun evi seçə bilərsən. Mənzilin ədəvəsi də 30 iş gününə geri qayıdır. Mənzili tikintisi davam edərkən al. Sərfəli qiymət və gələcək qazanc sənin olsun. Ətraflı Ulduz 1544. Maraqlı futbol yarışları bir ünvanda. Setanta Sports və Setanta Sports Plus telekanalları artıq ATV Plus kabel televiziyasında yayımlanmağa başladı. Siz futbol üzrə İngiltərə, Fransa, Almanya, İspaniya, İtaliya çempionatlarını ATV Plus kabel televiziyasına qoşulmaqla rahatlıqla izləyə biləcəksiniz. Qoşulmaq və əlavə məlumat almaq üçün 996 qısa nömrəsinə zəng edin. ATV Plus, zamanın nəbzi. 26.600 manat. Bəli, düz eşitdin. Bu məbləğlə Yasamalda ev sahibi ola bilərsən. Park Yasamalda 52 kvadrat metr, 2 otaq studiya, tam təmirli mənzil, sərfəli ilkin ödənişlə satışdadır. 52 kvadrat metrdən 109 kvadrat metrə qədər mənzil seçimləri ilə büdcənə və zövqünə uyğun evi seçə bilərsən. Mənzilin ədəvəsi də 30 iş gününə geri qayıdır. Mənzili tikintisi davam edərkən al. Sərfəli qiymət və gələcək qazanc sənin olsun. Ətraflı Ulduz 1544.
Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç rəsmilərin qonağıdır. Cənab səfir, son dövrlərdə Azərbaycan və Belarus arasında əməkdaşlıq sürətlə inkişaf edir. Sizin fikrinizcə bu əməkdaşlığın əsas istiqamətləri hansılardır və hansı sahələr prioritet hesab olunur? Əməkdaşlığımız çox şaxəlidir. Bu, müəyyən mənada mentalitetimizin yaxın olması, dövlətçilik ənənələrimizin oxşarlığı ilə bağlıdır. Lakin qarşılıqlı fəaliyyətimizin əsas temp və səviyyəsini məhz liderlərimiz, prezidentlərimiz müəyyən edir. Hansı sahələrdə birgə fəaliyyət iki ölkənin tərəfdaşlığını daha da gücləndirə bilər? Prezidentimiz Aleksandr Qriqoryeviç Lukashenko Qarabağa səfər edən ilk qeyri-türk dövlət başçısı olub. Biz də məhz Qarabağda kooperasiya layihələrinin inkişafını hədəf seçmişik. Sizcə daha hansı sahələrdə birgə işbirliyi hər iki ölkəyə böyük fayda gətirə bilər? Biz artıq Gəncə avtomobil zavodunun istehsal xəttindən çıxan təxminən 15.000 traktor istehsal etmişik. Rəsmilər, sabah saat 23-də. Davam eləyək, Kazım mənim, buyurun. Dediyim kimi, İranın aylarla davam etməsi əlbəttə təsadüfi olmaz. Biz bunu gözləyə bilərik və İranın, unutmayaq ki, İslam inqilabından sonra kifayət qədər bu məsələlərə sanksiya, hətta keçmiş İranın Cavad Zərif səhv etməsə açıqlamışdı ki, İran 79-cu ildən onlarla necə mübarizə aparmaq lazımdır, bunun yollarını çox yaxşı bilir ifadəsi var idi Trump'ın birinci dönəmində. Onun üçün də mən hesab edirəm ki, İranın hələ də həm unutmayaq ki, İran kənd təsərrüfatı əslində çox da inkişaf etmiş texnologiyaya əsaslanmır. İran biraz aqrar sahədə texnoloji cəhətdən geriyə qalmış ölkədir və onun üçün də mən hesab edirəm ki, İran kənd təsərrüfatı uzun müddət böyük elektrik stansiyalar qurulsa da, onsuz da tütün meliorasiyada ciddi problemi yaşadığına görə İran son 20 il ərzində elə Urmiya gölünün qurulması da mən hesab edirəm ki, həm siyasi, həm də ekoloji bir fəlakət idi. Və mən hesab edirəm ki, İran kənd təsərrüfatı uzun müddət və İran sənayesi hələ bir neçə ay özünü təmin edə biləcəkdir. Hətta bu bir ilə qədər də çəkə bilər. Hava hücumları isə İranda mən hesab edirəm ki, hələlik çox da ciddi rejimi dəyişdirə biləcək nəticələr doğurmayacaq. Hava hücumu aydındır. Bəs əgər Hörmüz bombardıman edilərsə? Hörmüz bombardıman edilərsə şübhəsiz burada itirən sadəcə İran olmayacaqdır. Bütün körfəz ölkələri itirəcəkdir. Çünki məsələ bundan ibarətdir ki, böyük investorlar və böyük ticarət şirkətləri baxmırlar ki, hara bombalanıbdır. Unutmayaq ki, Cənub dəhlizinin qeyri-funksional hala gəlməyinin əsas səbəbi həm Qırmızı dənizdəki toqquşmalar, həm Həmas-İsrail müharibəsidir. Onun üçün də heç kim demədi ki, Cənub dəhlizində baxın, Oman belə deyək ki, başı sakit ölkədir. Lakin Yəməndə proseslər müharibə həddindədir. Kazım müəllim, üzr istəyirəm. Bu dəqiqə nə Omanın, nə Qətərin, nə Birləşmiş Ərəb Əmirliklərinin kitabını söz nəsi mənasını oxuyan yoxdur. Heç Avropanın kitabını oxuyan yoxdur. Bu dəqiqə İran var və ABŞ var. ABŞ-yə bu dəqiqə Hörmüzün bağlanması ilə istisi soyuğu yoxdur, amma İrana var. İrana olduğu kimi digər körfəz ölkələrinə də var. Ondan Amerikaya nə? Amerikada deyir ki, əgər istəyirsə tez bitsin, çıxardın pul verin. Ona da vermək istəmir. Məsələ pulla həll ediləcək qədər bəsit deyil axı. Əgər elə deyilsə, onda niyə bugün söylənildi ki, Amerika xərclərini körfəz ölkələrinin vasitəsilə həyata keçirmək istəyir? Məsələ qlobal ticarətin dayanmağı məsələsidir. Neft hasilatının 20% Hörmüz boğazından həyata keçirir və Time jurnalının dünənki hesabatına əsasən sadəcə son bir ayda 97% ticari keçişlər oradan azalıbdır. Bu, bütün beynəlxalq ticarətə belə deyək ki, zərbə vurur. Əlbəttə ki, İran İndi mən də ona görə soruşuram, Kazım müəllim, bax bu ziyanın Amerikaya mı təsiri çoxdur, Çinə mi təsiri çoxdur, İrana mı təsiri çoxdur? Bax, üç ölkəni müqayisə edir. Ən böyük təsiri şübhəsiz ki, İranadır və körfəz ölkələridir. Ondan sonra isə Çinədir. Demək, Amerika burada heç nə itirməz də, yaxın müddət üçün mən nəzərdə tuturam. Mən yaxın müddət, 3 ay, 4 ay bağlı olsa Amerika üçün, əksinə də xeyirdir. Yəni, hədəfinə çatmaq üçün. Çünki orada İranda nə olacaq, nə olmayacaq, rejim olacaq, olmayacaq, bu Amerika ümumiyyətlə maraqlı deyil. Amerikaya bircə dənə şey maraqlıdır, Hörmüz əlində olsun. Və bunun üçün də hər şey edəcəkdir. Yoxsa yox. Ola bilər ki, qısa müddətdə əlində tuta bilsin, lakin uzun perspektivdə mən Hörmüz boğazına Amerikanın sahib ola biləcəyini düşünmürəm. Çünki birincisi, ABŞ əgər oraya yerləşmək istəyərsə, bu
əlbəttə ki, ola bilər Trump iqtidarın sonuna qədər bir şəkildə qalsın, lakin Trump iqtidarından sonra bu baş verməyəcək. Digər tərəfdən, uzun müddətli diversiya hücumlarına məruz qalacaqdır ABŞ burada və o Xar adasını ələ keçirsə də, Hörmüzün dəniz o ən belə deyək ki, strateji nöqtələrini ələ keçirsə də, hətta bu şəhəri də ələ keçirsə, uzun müddət orada qala bilməyəcək. Çünki 90 milyonluq bir ölkənin dayanmadan diversiya fəaliyyətləri qarşısında Kazım, mən üzr istəyirəm. Mən demədim ki, hərbi yolla ələ keçirmək. Hərbi yolla ələ keçirməkdən getmir söhbət. O, danışıqlar masasından istədiyi bir dənə şeydir ki, Hörmüzü könüllü şəkildə idarə etməsi verilsin ABŞ-ya. Mən bunun İranın verəcəyini düşünmürəm. Əvvəlki vəziyyətə qayıtmayacaq Çelsin müəllim. Hansı vəziyyətə? Kazım müəllim deyir, mən o fikirlərindən razıyam. Əvvəlki Hörmüz indiki, hansı ki bu müharibəyə qədər olan o təhlükəsizlik arxitekturası mı deyək? Yox, aydındır qayıtmayacaq. Yenisi qurulacaq. Bu yeni qurulanda da Amerika Birləşmiş Ştatlarının da həmən rolu orada olmayacaq. Ya ümumiyyətlə Amerika Birləşmiş Ştatları orada olmayacaq. Ya da balanslaşdırılacaq. Ya da olsa belə əvvəlki mövqeyi olmayacaq. Çünki Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının böyük əksəriyyətini, düzdür, İran deyir, hamısını dağıtmışıq. Amma ciddi şəkildə orada dayaqları sarsılıb Amerika Birləşmiş Ştatlarının və bu təkcə, Elçin müəllim, siz deyirsiniz. Mən sual verirəm, mən demirəm. Yox, petrodollar siyasətinə də ciddi zərbə vuracaq. Baxın, ötən əsrin 70-ci illərindən petrodollar siyasəti bugünə qədər Amerikanın iqtisadi hegemonluğunu təmin edən əsas amillərdən biridir. Və bu petrodolların ciddi şəkildə zərbə almasını təkcə Körfəz ölkələri tərəfindən ona etimadın azalmasına gətirib çıxarmayacaq. Cənubi Koreya, Yaponiya, baxın, Cənub-Şərqi Asiya dövlətləri, Avropa ölkələri ümumilikdə mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının iqtisadi hegemonluğu ciddi zərbə altındadır və Amerika Birləşmiş Ştatları niyə geriyə addım ata bilmir? Çünki məğlubiyyətini qəbul etmək istəmir. Kimin qarşısında? İranın qarşısında. Ona görə Çini bu prosesə daxil etmək istəyirlər ki, əslində mən düşünürəm ki, burada da psixoloji bir məqam var. Amerika Birləşmiş Ştatları bir var Çinin qarşısında geri çəkilsin, bir də var İranın qarşısında geri çəkilsin. Bəlkə də Çinin bu prosesə daxil edilməsi həm də Amerika Birləşmiş Ştatlarının özünün işinə yarayacaq ki, çünki onsuz da bilir ki, bataqlığa sürüklənir. Geri addım atsa da İranın qarşısında deyil, Çinin qarşısında geri addım atır və bu da pərdə arxasında həm də Çinlə bir razılaşma yolu ilə həyata keçilə bilər ki, o Çinlə Amerika Birləşmiş Ştatları arasındakı o razılıqda İran olmayacaq. Və yaxud da ki, hətta Avropa dövlətləri belə olmayacaq. Ukrayna var idi ki, misal üçün Rusiya razılaşması. Bəli. Baxın, Körfəzin bağlanması ilə bağlı bir maraqlı məqamı deyim. İran tərəfi Körfəzin bağlanması iddiasını qəbul etmir. Deyir, Körfəz bağlı deyil. Hətta bu parlamentdə qərar qəbul edildi. Bu İranın daxili üçün olan bir qərardır. O qanun dünyaya aid deyil. İran özü üçün parlamentdə bir qanun qəbul edəcək. Onu Körfəz ölkələri necə qəbul edəcəklər və yaxud da ki, dünya dövlətləri necə qəbul edəcəklər, ondan asılıdır. BMT-nin beynəlxalq dənizlər haqqında konvensiyası var. O konvensiyanın tələblərinə bu ziddir. Nəyə görə? Çünki Hörmüz boğazı, məhz söhbət Hörmüz boğazından gedirsə, Hörmüz boğazı beynəlxalq yoldur, dəniz yoludur. Amma bugün həmin o BMT-nin, həmin o konvensiyasını tələb edənlər, BMT-nin nizamnaməsini pozan Amerika Birləşmiş Ştatları və İsrailə də və elə indicə də sizə Sepat cavab verdi. Düz adınızı qeyd eləməyib, amma bu iddianıza cavab verdi ki, İran düşmən ölkələrin Hörmüz boğazından keçmək cəhdlərinin qarşısını almaq üçün raket və dronlardan istifadə edəcək. Yəni, parlamentin qərarını dronlar və raketlərlə icra edəcək. Onsuz da, Elçin müəllim, əvvəldən İran deyir ki, Körfəz, siz doğru qeyd edirsiniz, Körfəzin bağlanmasının ən böyük zərbələrindən biri də İrana vurur. Və İranın bütün o arteriyası, iqtisadi arteriyası, yaxın müddətdə. Ona görə mən düşünürəm ki, bu prosesdə Amerika Birləşmiş Ştatlarının o qlobal səviyyədə gücü ciddi sarsılıb və bu proses zəncirvari bir proses olacaq. Baxın, Yaponiyanın, Almaniyanın 2-ci Dünya müharibəsindən sonra ordu saxlamaq belə səlahiyyətləri və yaxud da ki, imkanları yoxdur. Hələ mən nüvə silahı demirəm ki, o iddialarda olacaqdır. Bax, Quru əməliyyatı ilə bağlı mən bir maraqlı öz mövqeyimi qeyd edim, Elçin müəllim. Quru əməliyyatı həmişə biz sual yaradırdı, edəcəkmi, etməyəcəkmi? Quru əməliyyatını Amerika Birləşmiş Ştatları mənim subyektiv fikrimə görə İranı məğlub etmək məqsədi ilə başqa məqsəd edir. İranda nüvə silahının olub-olmamasını dəqiqləşdirmək üçün. Nüvə silahının olmadığını biləndən sonra mən düşünürəm, hətta İrana qarşı taktiki nüvə silahının istifadə etmək niyyətində həyata keçirə bilərlər. Çünki onlar bugün əmin deyirlər ki, İranda nüvə silahı var, yoxsa yoxdur və yaxud bir neçə gün ərzində. Razıyam. Xəyalmam, yəni açıq deyək də, Amerikada da, yəni Pentagonda da oturanlar da İranın ərazisini də bilir, ordusunu da bilir və bilir ki, ora reliefi nədir? 50 min lap çıxartsa belə, o yəni bir adıya belə bəs eləməyəcək qədərdir də, tutaq ki.
ora doğrudan da quru əməliyyatı klassik anlamda götürsə, ən az 500 min əskər çıxartmalıdır. Biz heç onun izin tozunu da görmürük. İranda deyir 1 milyon ordumuz var. Yo, aydındır. Ona görə deyirəm ki, o 50 mindən onun qarşısına çıxmayacaq. Amma bax, bu ehtimal ki, onun ağzını yoxlamaq və cibini yoxlamaq, əlini yoxlamaq anlamında mən də bu fikirlə razıyım. İndi Aytan xanım, sizinlə bax, bu məsələni müzakirə edəcək, amma mən Çini bir Kazım müəllimdən soruşum. Kazım müəllim, Çin neyəcək? Qarant olmağı dedilər. Razılaşacaq. Çinin əlbəttə ki, mövqeyi bundan ibarətdir ki, tarixi perspektivdən baxdıqda Çin ABŞ-la diyaloq vasitəsilə yüksələn bir ölkədir. Onun üçün də Çinin ABŞ-la körpüləri yandırmağı heç də asan olmayacaq. Çünki Deng Xiaoping islahatları birbaşa olaraq SSR-dən uzaqlaşma və ABŞ-la yaxınlaşma üzərinə qurulmuşdur. Və Çin iqtisadiyyatı 1970-ci illərdən bu tərəfə tamamilə ABŞ-dan qarşılıqlı diyaloq, asıllıq sözünü işlətmir, tamamilə qarşılıqlı diyaloq əsasında inkişaf etmişdir. Onun üçün də Çinin həm bir background olaraq Çin ABŞ-la çox yaxşı diyaloqa malikdir, həm də Çin açıq demək lazımdır ki, Tayvan məsələsində belə kifayət qədər cəsur addımlar ata bilmədiyi təqdirdə İran məsələsində mən hesab edirəm ki, çox da cəsur addımlar atmayacaq. İranla ABŞ-la Çin arasında İran üzərinə çox uğurlu diyaloq da qurula bilər və Çin sadəcə burada ən yaxşı halda bir partnyor ola bilər. O ki, həm Çinin partnyor olmağını həm Vaşinqton arzulaya bilər, çünki Vaşinqton həqiqətən də bugün müharibəni dayandırmaq üçün buna ehtiyacı var. Digər tərəfdən Tehran da bunu qəbul edəcək, çünki onsuz da Tehran və Pekin təbii müttəfiqlərdir. Bu fikirlə razısınız ki, Çin Tayvanla bacara bilmir. İran məsələsində Amerika ilə ağza-ağza gələrmi? Mən şəxsən razı deyiləm. Deyin, əsaslandırın. Yəni, əslində, bu indiyənə qədər olan müharibələrin bir çoxu elə Çinni, birinci növbədə Rusiya və Çinni zəiflətmək üçün nəzərdə tutulan zəncirvari xəyal müəllim bayaq dedi, bu bir-birinə bağlı bir prosesdir. Rusiya və Çinni zəiflətmək üçün nəzərdə tutulan bir prosesdir və dənizlərə hakim olma məsələsi var. Amerikanın dənizlərə nəzarəti əldə saxlaması. Strateji hə. Amma bax, bu günü biz müzakirə edirik. Çin də öz tərəfindən deyir də, istəyir ki, dil tapsın Amerika ilə. Amma elə Amerikanın əsas məqsədi odur ki, görüm Çində nə var, nə yoxdur. Amerika ona görə Çini müharibəyə cəlb eləmək istəyir. Yəni, birbaşa özü ondan toqquşmayacaq. Həmişə çalışacaq ki, görək, indi artıq o deyil. İranla başa çıxa bilmir. Çini cəlb edəcək sizcə Elçin müəllim? Elçin müəllim nə bilsin? Yəni, əsas məqsəd odur ki, Amerika bilsin ki, Çində nə var. Aha. Necə biləcək bunu? Yəni, bax, elə müharibəyə bu cür cəlb eləmək istəyir. Ondan öncə Çin artıq bildi ki, Amerikada nə var, nə yox. Və mən düşünürəm ki, mən o fikirlə razı deyiləm. Mən Elçin müəllimə haqq qazandırıram ki, bəli, Çin onu niyə gözlürdü indiyə qədər? Birincisi, Çin Amerika Birləşmiş Ştatlarının potensialını bilmirdi. Bir-birlərinin bir-birilə rəqib olan, düşmən olan dövlətlər, elə insanlar kimi də qarşı tərəfin potensialını öyrənmək üçün imkan axtarırlar. Çin üçün çox gözəl bir fürsət oldu ki, Amerika Birləşmiş Ştatlarının bütün imkanlarını, təyyarə daşıyan gəmilərdən tutmuş, qırıcılara qədər, hətta bax, quru ordusu yeritmək imkanları necə müzakirə olunur, bütün bunları müşahidə edir kənardan. Bir tərəfdən də İrana dəstək göstərir. Və mən düşünürəm ki, Çin üçün indiyə qədər münbit şərait yaranmamışdı Tayvan məsələsini həll etməyə, ona görə yetməmişdi. İndi Amerika Birləşmiş Ştatlarının bütün nüfuzu sarsıldıqdan sonra elə yaxın şərqdə olduğu kimi uzaq şərqdə də onun mövqeləri ciddi zərbə altındadır. Baxın, o Patriot hava hücumundan müdafiə sistemlərini yaxın şərqdən deməli, uzaq şərqdən yaxın şərqə daşımaq məcburiyyətində qalan Amerika Birləşmiş Ştatlarının əvvəlki mövqeyi yoxdur orada. Elə Tayvan ətrafında və yaxud Cənubi Koreyada, Yaponiyada. Ona görə mən düşünürəm ki, artıq Amerika Birləşmiş Ştatları özü məcbur qalacaq Tayvan məsələsində Tayvanın həll edilmə hansısa bir formada. Hansı forma deyəndə beynəlxalq hüquqa görə onun ərazisi Rusiya forma tapa bilir. Beynəlxalq hüququ poza-poza ərazisinə girir Ukrayna. Ona forma tapa bilir. Mən də düşünürəm ki, bu proseslərin nəticəsi kimi Çin Tayvan məsələsini həll edə bilər. Həll edəcək. Elə Trump administrasiyası dövrü Çin üçün ən münbit dövr ola bilər. Çünki Çin, Amerika uzaq şərqdə belə öz müttəfiqlərini itirməyə başlayıb. Yaponiyaya olan böhran hər kəsə məlumdur. Kazım, mən bundan razısınız siz? Tayvan məsələsində bəli, mən deyilini düşünürəm. Çünki Tayvan məsələsində Çin artıq qazancıdır, amma İran məsələsində ABŞ-la burun-buruna gələcəyi düşünmürəm. Çünki Çinin prioriteti İran deyil, Tayvandır. Təbii. Mən razıyam, çünki Tayvan məsələsi əsas prioriteti burada, yenə də deyirəm, yəni əsas məsələ Amerikanın zəifləməsidir. Çinin əsas məqsədi Amerikanın həm nüfuz baxımından zəifləməsidir, həm də infrastruktur baxımından zəifləməsini gözləyir. Çinin addım atacağı ondan sonra artıq Çinin qlobal bir güc olma
prioritetləri. Yəni girəcəkmi orada açıq nəyəsə? Açıq mən hesab eləmirəm. Kazım həm də onu deyir ki, açıq girməyəcək də. Yəni açıq girməyə ehtiyac belə qalmayacaq. Baxın, bir dövlət bir məsələdə ki, uğursuzluğa düçar olur, Rusiyanı götürək. Arda bütün dayaqlarını itirir. Baxın, yaxın şərqdəki dayaqlarını itirdi. Cənubi Qafqazda, Mərkəzi Asiyada, indi Ukrayna, bax mən düşünürəm ki, bir-birdə geri qaytarır indi dayaqlarını. Yox, geri qaytarmaq demək deyil. O, mən düşünürəm ki, əksinə öz problemlərini artırmaqdır. Bu saatdan sonra qaytarma ehtimalı yüksəkdir. Bilirsiniz niyə? Çünki bax, bu Trumpın NATO ilə olan münasibətləri ki, pozulur. Bu Rusiyaya əsas verir ki... Amerika Birləşmiş Ştatları təkcə Trumpdan ibarət deyil. Trumpın dövründə indi nə olacaqsa olacaq, amma mən düşünürəm ki, ondan sonra Rusiya indi biz düşünürük ki, əvvəlki mövqeyinə mi qayıdacaq? Sovetlər İttifaqını mı quracaq? Yəni onu qurmasa da əvvəlki mövqeyi, yəni tutaq ki 2000-ci illərin Rusiyasına qayıtsa da artıq təhlükədir. Müəllim, Venezuelada Çin Rusiya nə edə bildi? Yox, bir şey demirəm. Suriya məsələsində nə edə bildi? Yəni qayıtsa 2000-ci il mövqeyinə, o artıq təhlükədir. Maksimum Şimali Koreya və Belorusiya ilə qayıda bilər. Ehtimallar əsasında azdırmı? Yetəri qədər azdır. Yox, Rusiya üçün mən kimisə tərəfində deyiləm, amma situasiyanın mənim üçün bu dəqiqə Rusiyanın zəifləməsi əlbəttə ki, Azərbaycan üçün də, region üçün də çox lazımdır. Çünki o birazca güclənəcəyi təqdirdə bir mənalı təhdidlə qarşılaşacaq. Amma burada başqa bir məsələ var. İranın da bu vəziyyətdə qalması təhlükəlidir. Ya bu məsələ ümumiyyətlə toxunulmamalı idi, ya da toxunuldusa artıq danışacaq. Masa arxasında oturacaq normal, yəni İranda rəhbərlikdə də heç kim qalmaydı. Bu SEPA rəhbərliyi ilə danışacaq bir məqam da yoxdur və onlar bütün qonşular üçün təhdid ola bilər. Bunu kim etdi? Bunun başlayan müharibə Trump və Netanyahu etdi. Trump ümumiyyətlə Pandoranın qutusunu açdığı üçün biz bunun əvvəlki mərhələyə geri qayıda bilmərik. İstəsək də. İndi nə edək? Yaxşı. Ya bundan sonraki mərhələdə siz mərhələli olaraq Rusiyanı, İran məsələsini və fərqli sistematik təhlil nəzərdə tutursunuzsa, Çin qarant kimi bax burada İranı sakitləşdirə bilərmi? Pandoranı qaytara bilərmi qutusuna? Xeyr, ümumiyyətlə Pandora qutusuna hələ ki heç bir halda geri qayıda bilməz. Çünki biz yeni beynəlxalq münasibətlər sisteminin qurulmasından danışırıqsa, belə bir dönüm nöqtəsi olmalı idi. Hər hansı bir formada sülh sabitlik dövründə biz yeni bir dünya nizamının qurulmasından danışa bilmərik. Tarixi təcrübə də bunu göstərir. Amma Çinin qarant olaraq qoşulması ümumiyyətlə İrana görə Amerikanın qarşısına alması demək deyil. Əksinə Çinin öz strateji hədəflərini bu danışıqlar masasında qoruması deməkdir. Bəs niyə Kazım müəllim fikirləşir ki, qarant kimi çıxış eləməsi Amerikaya qarşı çıxması deməkdir? Hə Kazım müəllim? Biz niyə qarant deyəndə niyə biz Amerika Birləşmiş Ştatlarını üzr istəyirəm? Kazım müəllim, biz qarant deyəndə niyə biz Amerika Birləşmiş Ştatları obrazında bir qarant axtarır, qarantur axtarırıq? Amerika Birləşmiş Ştatları çox güclənmişdi, bir qütbü bir dünya yaratmışdı və istədiyini edirdi. Amma biz onu demək istəmirik ki, Çin eyni bir mövqeyi götürəcək. Yox, biz demirik. İran deyir ki, Çin qarant olsun. Yox, indi məcburdurmu İran məcburdurmu danışıqlar aparsın və yaxud Amerika Birləşmiş Ştatları əlini çəksin? İranın tələbi budur. Çıxsın körfəzdən və o çıxandan sonra heç danışıqlara ehtiyac belə olmayacaq. Yəni İranın istədiyi baxımdan deyirəm. Mən öz mövqeyimi demirəm, İranın istədiyini deyirəm. İndi Kazım verdiğim sualı bir də təkrar edirəm. Doğrudan mı Çin qarant olmaqla razılaşsa əgər, tutaq ki, aprelin 1-də, yəni belə planlaşdırılır, Pakistan belə planlayır ki, bu danışıqları geçsə və Çin razılıq versə, həqiqətən də regionda Amerika ilə açıq üz-üzə gəlmiş olacaq. Yox, mən hesab edirəm ki, Çin hal-hazırda açıq üzə gəlməyəcək. Çünki Çinin fərqli bayaq da vurğuladım prioritetləri var. Birincisi, Rusiyanın mövqeyini zəiflədiyi bir dövrdə Şərqi Asiya, Orta Asiya Çin üçün yeni bazardır, Çin üçün yeni üfüq deməkdir. O cümlədən Hindistanla Çinin elə Şərqi Asiyada böyük bir rəqabəti var. Həm belə onun Tayvan kimi tarixi problemi var. Belə olan təqdirdə və unutmayaq ki, Rusiya da bugün öz mövqelərini itirir, ABŞ da bugün dünyada öz mövqelərini itirir. Belə olan təqdirdə Çin niyə özünü aparıb İran səbəbilə bir ABŞ-la qarşı-qarşıya gətirməlidir? Çünki Çin hesab edir ki, yaxın perspektivdə, yəni yaxın perspektiv dediyimiz yaxın 5-10 il içərisində dünyada onun mövqeyi kifayət qədər güclənəcəkdir. Çünki ABŞ da artıq bütün dünyaya məlum oldu ki, ikinci Vyetnamı yaşamaq üzrədir. O cümlədən Rusiya da Ukraynada bataqlığa saplanmışdır və belə olan təqdirdə nəyə görə Çin özünü hələ də tam və belə deyək ki, münbit şərait formalaşmamış ki, onun önündə yeni üfüqlər varkən niyə özünü İran vasitəsi artıq qarşı-qarşıya gətirsin? Mən hesab edirəm ki,
Çin maksimum dərəcədə xüsusilə ticarət məsələsində Körfəzdə faydalı olmağa çalışır. Çünki Çinin özünün də bugün ona iqtisadi cəhətdən ehtiyacı var. Xüsusilə neft xammalına, İrandan aldığı neft xammalına ehtiyac var və Çin maraqlıdır ki, nə olursa olsun, merkantilist bir mövqedir, bəli bu. Lakin Çinin xarici siyasətə nə qədər merkantilist olduğunu hamımız bilirik və bunun üçün də mən hesab edirəm ki, Çin əsas ticari məsələlərə daha çox diqqət ayıracaq. Aydındır. İndicə İsrailin Müdafiə Naziri dedi ki, biz Livanı İrandan ayırmağa və Livandakı vəziyyəti bir dəfəlik dəyişdirməyə qərarlıyıq. Bax, mənim də həmişə dediyim bu fikirlərdən biri də budur ki, düşündüyüm daha doğrusu və bu sual kimi həmişə səsləndirdiyim budur ki, bütün bu prosesdə Amerikada, İranda itirsə də İsrail qazana-qazana gedir. Ən azı Livanda xeyli şeylər qazanır. İndi əlində saxlaya biləcək, saxlaya bilməyəcək bu sonraki prosesdə, amma bu fürsətdən çox ağıllı şəkildə, ağıllı deməyək, qəsb etmək yolu ilə, amma indi bir tərəfdən də yenə deyirəm, bu da ziddiyyətli. Çünki Hizbullah faksik olaraq onu bombardıman edirdi və indi o hərbi əməliyyatını apardığı ərazi ki, Livan özü idarə eləmirdi. Doğrudurmu? Gəlin etiraf edək də, bu Livanın suveren ərazisi olsa da özü idarə eləmirdi. Yəni İsrail görür ki, onsuz da bu taktika işləmədi, heç olmasa Livanla heç olmasa, bəli. Yəni, heç olmasa da pis, heç olmasa deyil, öz aramızda. Təbii, bəli. Yəni, çox ciddi bir şeydir. Ərazi baxımından, sonra Hizbullahın oradan... Əslində, Elçin müəllim, Benyamin Netanyahu belə bir çıxış elədi, dünən səhv etmirəmsə, dedi ki, biz geri oturmayacağıq, biz hücumlarımızı davam etdirəcəyik və mən göstəriş vermişəm ki, o təhlükəsizlik bufer zonası genişləndirilsin. Elə onu da əslində Livanın hesabına genişləndirmək. Və az da deyil. Və onlarda da bufer zona deyəndə öz ərazisi deməkdir. Yəni, bufer zona deyəndə, yəni Rusiya necə ki, bufer zonanı Ukrayna hesabına öz ərazilərinə qatmaqla həyata keçirir. Onsuz da bugün dünyada heç nə öz adı ilə çağırılmır. Müharibə gedir, 5 il bir xüsusi əməliyyat həyata keçirir. Amerikada dedik biz xüsusi əməliyyat həyata keçiririk, amma quru əməliyyatının keçirilməsi artıq Trumpa o imkanı verməyəcək ki, bu xüsusi əməliyyatdır və yaxud əməliyyatdır, bu artıq müharibə olacaq. Şimdi bir əlavən olacaqdır. Ümumiyyətlə, İsrail Ərəb baharından əvvəlki vəziyyətə qayıtmağa çalışır və buna çox yaxındır. Çünki əslində İranın proksi siyasəti tamamilə İranın öz əleyhinə işlədir. Kəzman, bir ən yadınıza salın, siz nəyi nəzərdə tutursunuz Ərəb baharından əvvəlki vəziyyət İsrailin? Proksi, bilirsiniz, Ərəb baharından əvvəl sadəcə regionda İran var idi. Düzdür, Hizbullah onda var idi və 2006-cı ildə toqquşma kifayət qədər ciddi olmuşdu, 33 günlük müharibə. Lakin bu qədər İranın şəbəkələri geniş yayılmamışdı yaxın şərqdə. İran var idi və İsrail var idi. Ancaq 2012-ci, 13-cü illərdən sonra kifayət qədər İranın mövqeyi regionda yaxın şərqdə gücləndi və proksi qüvvələr törəməyə başladı. Lakin İran bunu özündə qazancı hesab edir. Lakin mən hesab edirəm ki, bunu bilərək İsrail və ABŞ İranı əslində yaxın şərqdə proksi tələsinə saldı. Bu elə bir tələ idi ki, İranın bütün gücü elə bu proksi siyasəti xərclədi. Sadəcə Suriyada 50 milyarda qədər investisiyası oldu və itirdi. Çünki Bəşər Əsəd rejimi devrildi. Haçlı Şabilər, İŞİDlə mübarizə, Fatimiyun belə deyək ki, briqadaları, Yəməndəki Husilər, o cümlədən Hizbullahın kifayət qədər gücəlməyi. Hizbullah Ərəb baharına qədər çox lokal bir təşkilat idi. Lakin 2013, 14, 15-ci illərdə İŞİDlər mübarizə bəhanəsi ilə kifayət qədər öz hinterlandını genişləndirmişdi. Lakin İran nəticə etibarilə bəlkə 100 milyardlarla dollar pul qoydu, minlərlə zabiti, əskəri bu işə cəlb edildi. Nəticədə o işin əsas, belə deyək ki, rəhbəri olan Qasım Süleymani də bir anda öldürüldü. Onun minlərlə zabiti də ya öldürüldü, ya artıq başına nə gəldisə, o cümlədən pul itirdi böyük ciddi şəkildə. Və əgər mən hesab edirəm ki, proksi siyasəti olmayan İran olsaydı bugün, İran çox da böyük və güclü ola bilərdi əslində. Öz müdafiə sistemini, öz hərbi, belə deyək ki, qabiliyyətlərini artıra bilərdi. Lakin bu İranı kifayət qədər zəiflətdi və İsrail indi, İsrailin əlbəttə ki, əsas məqsədi İranda... Kəzmən, bircə dəqiqə bununla bağlı mən bir sual verim. Sual yarandı məndə, sonra davam edəyək. Əgər buydusa məqsəd İranı zəiflətmək üçün proksi qüvvələrinə imkan yaratmaq və s. onda heç hərbi əməliyyata ehtiyac yox idi. 3-4 ay da gözləsəydi İranla İsrail, İran daxilindəki narazılıqlar növbəti dəfə qalxa bilərdi və çox ciddi artıq xalqın üsyanı deyilən bir hadisə baş verə bilərdi. Əslində İranın proksi qüvvələrinin... Müharibəni başlamaqla bu xalqı birləşdirdi dini rəhbərliklə, rejimlə və s. İranda inqilablar, bilirsiniz, İranda xalq inqilabı gözləmək hələ çox tezdir. Çünki İranda kifayət qədər bəhsicilər var, Səbahın qüvvələri var və onlar biz bilirik ki, çox açıq şəkildə xalqa atəş aça bilər. Yəni bu versiya real deyildi.
Bu heç bir effekt aydındır. Çünki bu səslənmişdi bizdə ki, bir qədər gözləsəydi İran özü daxilindən gedəcəkdir. Kazım müəllim qeyd elədi ki, Ərəb baharından əvvəl ancaq İsrail və İran var idi. İran əslində regionda olmasının günahkarı da ABŞ idi. ABŞ-ın yaratmaz orta şərq siyasəti nəticəsində 2003-cü ildən sonra proksi qüvvələri daha çox təsir mexanizmlərinə sahib oldu. İstəyir İraqda olsun, istəyir Livanda olsun, istəyir digər bölgələrdə olsun. Ona qədər İran o qədər də təsirli deyildi. 2002-2003-cü il əməliyyatlarından sonra öncəki Səddam Hüseyn devrildi İraqda. Hakimiyyət böhranı yaşandı. ABŞ orada hakimiyyəti tam əlində cəmləyə bilmədi və İran daha çox təsir mexanizmlərini formalaşdırdı. Əzəli rəqibi olan İraq ərazisində və genişlənərək bütövlükdə orta şərq siyasətini tamamilə aqressiv bir əsaslarda davam etdirməyə başladı. Amma bir məqamda sadəcə Çinlə bağlı onu qeyd edeyim. Çinin adı indiyə qədər hallanmırdı. Bayaq qeyd etmək istirdim, sadəcə fürsət olmadı. Bugünə qədər əgər Çinin adı hallanmayıb, sadəcə indi Çinin qarantırlığı məsələsi gündəmə gəlibsə, onsuz 50% Çin razılıq verib deməkdir bu. Bu təbii ki, sabah mütləq Çin razılaşacaq. Üzr istəyirəm Ayten xanım, bundan öncə Çin və Rusiya birgə adı çəkilmişdi. Onda yəqin Rusiya razılıq verməyib deyə Rusiya siyahıdan çıxarılır. Və İran düşünmürəm özbaşına olaraq sadəcə Çinin adının səsləndirilməsinə icazə versin. Amma təbii ki, bu istisnasız olaraq sabah Çin bunu qəbul edəcək və bununla bağlı qərar qəbul edəcək demək də deyil. Bəli. O ağızları yoxlayacaq və bəyanatları yoxlayacaq. Haqlısınız. Və xəyalən bir məsələni də deyim, Kremldən də sizə bir cavab gəldi. Yenə də adınız qeyd olunması da əsas fikirlərinizə. Bu nə ilə bağlıdır? Əslində mən bu məsələni, bu məni neçə günü narahat edirdi. Bu ərəfədə biz deyirik Rusiyanın fürsətdən istifadə eləməsi və s. Paşinyanla 3 saatlıq telefon danışığını biz unutmayaq və sabah da Kremldə görüş olacaq və Paşinyanla Putin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın nəqliyyat logistik əlaqələrinin inkişafını müzakirə edəcək. Artıq yaxınlaşma başlayır. Bəli. Siz yaxşı koordinasiya qurursunuz, mənimlə Tehran, Moskva arasında. Mən qurmuram, siz özünüz qrup gəlibsiniz bura. Mən sadəcə olaraq faktları indi görürəm. Amma Elçin müəllim, mən düşünürəm ki, baxın, hamı yarımçıq qalmış problemlərini həll etmək istəyir. Bugün dünyada qlobal səviyyədə arxitektura dəyişikliyi baş verir və təbii ki, kimin hansı yarımçıq problemi varsa, biz bilirik ki, Rusiya Ermənistanda Cənubi Qafqazdan çıxmaq niyyətində deyil. Ermənistanda seçki öncəsi nə qədər Paşinyan özünü fərqli formada göstərsə də, gah ansambl qurur, gah şəhərin küçələrində maşın sürür, həzin musiqilər altında. Amma biz bilirik ki, qlobal güclər, biz az öncə mən toxundum o məsələyə, Rusiyanın mövqeləri zəifləyir, amma bunu Rusiya qəbul edirmi? Etmir. Təbii ki, qəbul etməyəcək. Rəsmi Moskva mümkün qədər çalışır ki, o arteriyalarını qoruyub saxlasın. Və elə Körfəzdə baş verən proseslərdə İrana dəstək göstərmək, bir tərəfdən Rusiya-Ukrayna mövzusunu kənara atmaq və yaxud da ki, pərdə arxasına çəkmək niyyəti daşıyırsa, digər tərəfdən Rusiyanın iqtisadiyyatı güclənir, neft məhsullarını daha çox satmağa imkan tapır, həm də Amerika Birləşmiş Ştatlarını bataqlığa sürükləyir və bu da mümkün qədər belə bilim Rusiyanın əlini qolunu gücləndirir. Bax bu proseslər mən düşünürəm ki, Körfəzdə baş verən proseslərlə bağlı İranın işinə yarayır. Həm də İranın işinə yarayır. Nəyə görə? Amerika Birləşmiş Ştatlarının istəsək də istəməsək də baxın bir reallıq var da İran heç vaxt Amerika Birləşmiş Ştatlarına alternativ ola biləcək bir dövlət deyil qlobal səviyyədə. Heç onu istəmirdi əslində. Ona olacaq Rusiya və yaxud Çin. Rusiya kifayət qədər zəifdir. Ola da bilməz deyim. Yəni İran regional dövlət ən azından bu regionda belə deyim, baş verən proseslərə təsir etmək imkanı ola bilər. Bax, burada biz bir məqamı unutmalı deyilik, Elçin müəllim. Biz bax hansı hadisələrin şahidi olduq? Körfəz ölkələri əslində bir aydan artıqdır ki, İran həmin ölkələrin ərazilərini hücum edir, hədəfə alır, amma bu günə qədər müharibəyə qoşulmayıblar. Hər biri qeyd edir ki, yaxın saatlarda, yaxın günlərdə biz müharibəyə qoşulacağıq, amma hələ ki qoşulmurlar. Sadəcə özlərini müdafiə edirlər. Bu nədən xəbər verir? Bu, Körfəz ölkələrinin də Amerika Birləşmiş Ştatlarından və İsrailin bu hücumlardan narazı olmasından xəbər verir. Və bu narazılıq əslində ona gətirib çıxarıb ki, bugün mən o ölkələrin adlarını təkrar çəkməkdə əsas məqsədim diqqəti həmin o ölkələrin roluna və imkanlarına yönəltməkdir. Misir bugün Süveyş kanalına nəzarət edən bir dövlətdir və dünyanın iqtisadi arteriyalarından biridir Süveyş kanalı. Demək, Səudiyyə Ərəbistanı ikinci neft ölkəsidir dünyada sıralamaya görə. Türkiyə, NATO ölkəsidir və eyni zamanda biz bilirik Türkiyənin hərbi gücü, Türkiyənin regional gücü. Trumpdan bir açıqlama gəldi, üzr istəyirəm. Amerika Birləşmiş Ştatları İrandakı hərbi əməliyyatlarımızı dayandırmaq üçün yeni və daha məntiqli bir rejimlə ciddi müzakirələr aparır. Böyük irəliləyişlər əldə olunubdur və artıq bu açıqlamasına
belə bir rəy söylənilibdir ki, Donald Trump İrana qarşı Amerika hücumlarını artıracağı ilə bağlı hədələrindən sonra tərəddüd etməyə başlayıb. Hörmüz boğazı yenidən açılmadan müharibədən çıxmağı nəzərdən keçirir və administrasiya rəsmilərinə istinadən verilən məlumata görə bunun əvəzinə Tehrana diplomatik təzyiq göstərməyə meyillidir. Əslində bununla bağlı məlumat getmişdi ki, artıq biz bilirik də bu dövlətlər və yaxud liderlər addım atmaqdan öncə o məlumatları mətbuata, mediaya sızdırırlar və o münasibəti yoxlamaq üçün, əslində nəbzi yoxlamaq üçün əslində artıq dedi, Trump açıqladı ki, Hörmüz boğazı bağlı qalsa belə İrana qarşı hərbi kampaniyanı başa çatdırmaq əzmindəyik. Yəni bu məsələ bizim üçün önəmli deyil və 4-6 həftəlik müddətdən kənara çıxacaq ehtimalını qiymətləndiriblər. Trump qərara gəlib ki, ABŞ İranın donanması və raket ehtiyatlarını məhv etmək üzrə əsas məqsədlərinə çatmalı, mövcud düşmənçilikləri azaltmalı, eyni zamanda Tehrana diplomatik yolla ticarətin sərbəst axını bərpa etmək üçün təzyiq göstərməlidir. Ümumi fikirlərdə Elçin, istənilən gün, istənilən saat bu fikri ortaya qoya bilərlər ki, biz artıq o hədəflərə nail olduq, amma Hörmüz boğazının açılıb-açılmaması faktdır. Açıqdırsa açıqdır, bağlıdırsa bağlıdır. Bax, bunu edə bilmədiklərinə görə mən düşünürəm ki, Donald Trump artıq geri addım atmaq məcburiyyətindədir və biz bayaqları siz bir fikir səsləndirdiniz ki, İsrail tərəfi heç olmasa Livanda öz deməli ərazilərini genişləndirməklə bağlı addım atacaq. Bu əslində mən düşünürəm ki, baxın, burada taktiki qələbə ola bilər, strateji qələbə deyil bu. Strateji məğlubiyyət odur ki, Amerika Birləşmiş Ştatlarının regionda mövqeyi zəifləyir. Onda İsrail yoxdur. Bəli, İsrail üçün bugün ərəb ölkələri qalxan rolunu oynayırlarsa, sabah bu olmayacaq. Və İranla İsrail iki tərəfli qaydada müharibə aparsalar, biz bilirik ki, bu halda ona görə də İsrail istəyir ki, bu regionda... Yəni, açıq desə, İran qalib gələcəkdir. Yəni, belə baxarsa... İsrail istəyir ki, bu regionda Fars, Türk, Kürd, Ərəb davası salsın ki, Amerika gələcəyi təqdirdə bunların başı buna qarışsın. Amma başqa bir şeydə nəzərə alsın ki, birdən onlar öz aralarında dalaşmazlar. Birləşib buna qarşı çevrilsələr nə ola bilər? Yəni, senarilər mümkündür. Əslində, baxın, bir açıqlama da var, Trumpdan üzr istəyirəm. Hər hansı bir səbəbdən yaxın zamanda razılıq əldə olunmasa, yəqin ki, əldə olunacaq. Hörmüz boğazı dərhal ticarət üçün açılmasa, İrandakı xoş səfərimizi, onların bütün elektrik stansiyalarını, neft quyularını, xarqadasını, duzsuzlaşdırma zavodlarını partladıb tamamilə məhv edərək bitirəcəyik. Biz indiyənə qədər onları bilərəkdən toxunmamışdıq. Bunu 2 gün qabaqda demişdi. Eyni mətni təkrarlayır. Müharibənin ilk günlərində də demişdi. Bəli, əslində baxın, bu hansı cavablara gətirib çıxaracaq? İranın da eyni addımları o körfəz ölkələrinin həmin o resurslarına, o imkanlarına qarşı. Bax, bu əslində region üçün bir faciəyə gətirib çıxaracaq. Ümumilikdə həm İran üçün, həm də körfəz ölkələri üçün, insanlıq üçün bir faciəyə gətirib çıxaracaq. Mən düşünürəm ki, buna gedilməsi ən dəhşətli bir şey olacaq. Bu, Amerika Birləşmiş Ştatlarına olan bir var real o etimad, bir də var mənəvi baxımdan da bu variantı da qalmıraq. Nə İranın danışıqları oturda bilir, nə Hörmüzü aça bilir, nə də vəziyyətdən çıxmaq üçün bir şərəfli məqam tapa bilmir. Bilirsiniz, nə nüvəsi ilə bağlı bir net cavab yoxdur, nə raketləri bitməyib, nə Hörmüzü aça bilməyib. Bu, nə də danışıqları oturda bilir. Nüvə taktiki nüvə silahından istifadə etmirlərsə, bu bizə o məntiqə gəlməyə, o nəticəyə gəlməyə mən düşünürəm ki, əsas verir ki, İranda ya nüvə silahı var, ya da olmaq ehtimalı qısa müddət ərzində mümkündür. Məncə də bu ehtimal var, deyə bu tərəddüdlər var. Mən də bu ehtimalı. Mən Aytən xanımdan da soruşacağım, amma Elçi müəllimə də bir sualı verim. Sabahki görüş dönəmində və siz dediniz ki, artıq hər kəs öz itirilmiş mövqelərinə də qayıtmaq istəyir. Bütün hallarda Rusiya da Amerika kimi etibarlı müttəfiq və yaxud da etibarlı bir şey deyil. İllah da ki, sabah aprelin 1-də görüşür Putin. Putin də simbolikanı çox sevir. Və birdən-birə Paşinyanın başının altına yastıq qoyub, sonra seçkidə qutudan Koçaryanı çıxartmaq istəsə təəccüblənmərəm. Sizcə Paşinyan həm də seçkinin razılığını almaq üçünmü gedir Moskvaya? Bir qısaca buna da münasibət bildirə və TRIP layihəsi ilə bağlı 2 gün öncə belə bir açıqlaması oldu Xarici İşlər Nazirinin ki, hər şey tempdə gedir və heç nə də dayanmayıb. Rusiyanın burada hansısa bir şəkildə əl qoyma ehtimalı var yoxsa? Konkret olaraq Paşinyanın gedib deməsi ki, mənə seçkidə dəstək ol, belə bir klassik model olmayacaq, amma mən hələ də sənə sadiqəm tipində bir səfərdir. Mən belə düşünürəm. Bəs Zəngəzurla bağlı? Zəngəzurla bağlı, logistika məsələləri var. Zəngəzurla bağlı, indi Rusiya özü də Zəngəzurdan istifadə edir. Əgər bu açılsa... Açılsa, indi burada məsələ var, bu trip kimi açılacaq, yoxsa Rusiyanın 9 noyabrda istədiyi, üzrəşdim, 9 noyabr, bəli. 10 noyabr 2020-ci il 9-cu bax elə
imzaladığı müqavilədə neçənci bənd idi? Üzr istəyirəm. 9-cu bənd. 9-cu bənddəki kimi istəyir, yoxsa trip kimi istəyir? Və budur məsələ. Rusiya məsələ ona çalışır ki, Amerika öz nüfuzunu getdikcə zəiflətsin. Həm Ermənistan, həm İran, həm Azərbaycan artıq hiss eləsin ki, regionda söz sahibi yenə də Rusiyadır. Bəli. Və Rusiyanın açıq dəstəyi ilə bu həyata keçirilsin. Aydın, amma bu ərazi Ermənistan ərazisidir, 47 kilometr. Və qərarı Ermənistan verəcək. Ermənistan da verib ki, trip olsun. İndi bu təzdən dəyişib deyəcək yox. Donald Trump'ın dünyada Amerika Birləşmiş Ştatlarının mövqeyi zəifləyirsə, onun adının üzərindən trip götürülə bilər, ehtimalı böyükdür. Amma Amerika adı da götürülər mi? Və onsuz da o yolun açılmasına Rusiya qarşı deyildi. Deyil. Sadəcə adının Trump yolu adlandırılması və özünün o prosesdən kənarda qalmasına razımış idi. Özünün kənarda qalması. Mən düşünürəm ki, özünün ora müdaxilə etməsi imkanları da hələ ki olmayacaq. Amerika Birləşmiş Ştatlarının regionda zəifləməsi o demək deyil ki, Rusiya yenidən mövqeyi güclənəcək. Bax, mən onu eşitmək istəyirdim ki... Texniki olaraq sadəcə proseslərdə iştirak edə bilər ki, bunda iştirakdan kənarda qalmayacaqlarını onsuz Zaxarova da, Lavrov da fərqli bəyanatlarla bildiriblər. Çünki Ermənistan ərazisində dəmir yollarına nəzarət... Yox, aydın da onun iqtisadi maraqları var. Mən düşünürəm ki, Rusiya üçün, mən şəxsən Vladimir Putin üçün elə Amerika Birləşmiş Ştatlarının orada olmaması kifayətidir ki, biz rahat olaq. Biz qalib gəldik. Mən düşünürəm, amma seçki məsələsinə gəldikdə isə mən düşünürəm ki, Rusiya onsuz da Vladimir Putin öz əməliyyatını həyata keçirəcək, Ermənistanda seçkilərə müdaxilə etmək və mümkün qədər Nikol Paşinyanın zəifləməsinə nail olmaq və uduzmasına nail olmaq. Onsuz da, bax, görünən tərəfi nədir? Paşinyan heç seçkiyə hazırlaşmır. Paşinyan başqa şeylərə hazırlaşır. Nə bilim, musiqi ansamblı düzəldib, özü nəsə musiqi ilə bağlı. Xalqın gözündə daha... Bəli, özünü layal göstərməyə, özünü xalqın bir nümayəndəsi kimi göstərməyə çalışır. Amma, bax, Rusiya bu imkanlardan istifadə edib ən son həmləsini etmək. Onda bir dənə də sual yaranır. Əslində mövzumuz deyil, amma sadəcə olaraq dediniz deyə yaranır. İki model var, Gürcüstan və Moldova. Ermənistanda hansı baş tutacaq? Ermənistanda mən düşünürəm ki, Rusiyanın bugün Ermənistanda hakimiyyətə kimsə gətirmək imkanları olmasa belə, o iqtidarda olmasa belə xaos yaratmaq imkanları var. Prosesi pozmaq imkanları var. Yəni seçkidə öz adamını seçdirmək gücü olmasa da, orada seçkini pozmaq və yaxud da ki, hansısa bir formada xaos vəziyyətdə. Bu nəticə etibarilə vaxt qazanmaq. Koçaryan onsuz verdiyi radikal mesajlar yetəri qədər addımların atıldığını göstərir. Bəli, xaosa doğru gedir və siz nə isə dediniz seçmək. Vaxt qazanmaq. Yəni Rusiya çalışır ki, vaxt qazansın. Biz bir faktoru unutmayaq ki, burada ABŞ ilə bərabər Avropa da var və Ermənistanla bağlı Avropanın da istəkləri, arzuları var. Bu faktorunu... Təbii, Avropanın biz burada mövqeyinə toxunmadıq. Amerika Birləşmiş Ştatlarının rolunu... Yəni, Avropada bu məsələdə Moldovada olduğu kimi eləyə bilər. Bu ehtimal da var. Hər halda bunu ayrıca bir müzakirə eləyərik, çünki orada detallar da, məqamlar da çoxdur. İranla bağlı mən istəyərdim ki, Trumpın bu açıqlamalarını Aytən xanım da bir çözsün. Doğrudan mı bu radikallıqdır, yoxsa gəl masaya otur əmridir? Əmri deməyək. Əslində, hər iki tərəfdən yetəri qədər önəmli mesaj verir. Hörmüz boğazı açılmasa da biz əməliyyatları dayandıra bilərik. Bu önəmli mesajlardan biridir. Çünki Hörmüz boğazı strateji hədəf kimi göstərilir və o açılmadan hərbi əməliyyatlar dayanmayacaq təsəvvür yaradılmağa çalışılır. Amma görünən odur ki, Trumpın əsas istədiyi onsuz 4-6 həftə, əvvəldən də müəyyənləşdirilmiş o 4-6 həftə ərzində prosesin yekunlaşmasıdır. Prosesin genişlənməsi ya da yeni bir regional münaqişəyə çevirməsi, böhrana çevirməsi heç Trumpın da marağına uyğun deyil. Çünki seçkiyə hazırlaşır. Seçki dönəmində yetəri qədər respublikaçılara öz mövqeyində itirməyə başlayıb və hər hansısa bir formada nüfuz itkisi olduğu halda bu daxildə Trumpın mövqeyinə ciddi ölçüdə təsir edəcək. İndi onsuz Vens ilə Trump arasında ciddi fikir ayrılıqlarının olması məsələsi müzakirə olunur. Baxmayaraq ki, bəyanatlarında bunu təksib edir Trump, amma artıq qəbul olunan qərarlarda... Mənə gəlir ki, o da bir oyunun tərkib hissəsidir. Vensi təmiz oğlan, yaxşı oğlan çıxartmaq yaxşı polis, pis polis ola bilər, respublikaçıların siyasəti ola bilər. Normaldır və olsa da yaxşı olar. Yəni, özləri üçün, bizim üçün yaxşı. İranı təhrik etmək və masaya oturtmaq onsuz ənənəvi Trump ritorikasıdır bu. Yəni, biz dedik, biz çağırdıq, İran məğlub oldu. İndiyə qədər verdiyi bəyanatlarda nədir? İran 99% hərbi arsenalını məhv etmişik. Nüvə potensialını demək olar sıradan çıxartmışıq. İranın hakimiyyətində, idarəçilikdə söz sahibi ola biləcək heç kim qalmayıb. Bunların özü onsuz İranı məğlub etməklə bağlı təsəvvür yaratmağa yetərlidir. Amma məğlub olubmu İran? Bu reallıqla üst-üstə düşürmü? Xeyr. Deməli, bu o deməkdir ki, biz danışıqlara hazırıq, amma İran da biz danışıqlarda bizim şərtlərimizi müəyyən mənada qəbul etməlidir. Şərtlər də ciddi ölçüdə düşünürəm ki, əslində həm nüvə proqramı, həm də İranın ümumilikdə rejimi ilə bağlı islahatların həyata keçirilməsi istiqamətindədir. İsrailin hədəfləri tamamilə fərqlidir. Hərbi əməliyyatların davam etdirilməsi və... Onu xəyal mən dedi. Yəni, İsrailin artıq geriyə yolu qalmayıbdır. Hər iki tərəfin əlinə unikal şans düşüb də. Həm İranın əlinə unikal şans düşüb
Deyirlər 20 ildir hazırlasın. Mən düşünürəm ki, İran 79-cu ildən 46-47 ildir. O Amerika Birləşmiş Ştatlarının səfirliyinin nümayəndələri var. 52 nəfəri 444 gün əsirlikdə saxladığı gündən Amerika ilə müharibəyə hazırlaşır. Və bir də üzr istəyirəm, Elçin müəllim, bu Trumpın mövqeyinə mən də münasibətimi bildirim. Adam iki mesaj verir arda-arda ümumilikdə götürəndə. Bir mesajı onsuz da əvvəllər də vermişdi. Qeyd edirdi ki, biz İranın filan obyektlərini, resurslarını, su və digər həyati əhəmiyyət kəsb edən obyektlərini və infrastrukturunu məhv edəcəyik. Amma ilk dəfə idi ki, deyir ki, Hörmüz boğazı bağlı olmaqla belə biz müharibə döyüş əməliyyatlarını dayandıra bilərik. Bax, əvvəlcə o döyüş əməliyyatlarının dayandırılması ilə bağlı hansı ki, ona qarşı mövqe ortaya qoyacaq, onun nüfuzuna sarsıcı zərbə vuracaq. Bu mesajı verir. Daha sonra yenə də əvvəlki mesajını təkrar edir. Əslində o əvvəllər də qeyd edirdi ki, Hörmüz boğazının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Avropa dövlətləri üçün, Çin üçün, Rusiya üçün, onları da köməyə çağırırdı. Yaponiya üçün, nə bilim, onlar üçün. Bax, mən düşünürəm ki, əslində Donald Trump geriyə çəkilmək istəyir. Sadəcə burada psixoloji həmlə edir. Bir tərəfdən qeyd edir ki, biz döyüş əməliyyatları olmadan da prosesi dayandıra bilərik. Amma növbəti dəfə deyir ki, biz İranın həyati əhəmiyyət kəsb edən obyektlərini hədəf alıb darmadağın edəcəyik ki, dünya ona çağırış etsin ki, bunları etmə. O da desin ki, hə, sizin xətrinizə etmirəm və əməliyyatları dayandırıram. Bax, bu demirəm 100% bu belə olacaq, amma hər bir halda nəbzi yoxlamaq, beynəlxalq ictimaiyyətin münasibətini öyrənmək və sonra addım atmaq niyyətidir. Onsuz da Amerika Birləşmiş Ştatlarının ikinci bir Vietnam əməliyyatını həyata keçirmək kimi bir lüksü yoxdur. Yox, heç lüksü önə qalsın. Zaman da göstərdi ki, Amerika Birləşmiş Ştatları nə edə bilirsə, təxminən 24 saat ərzində edə bilir. Ondan sonra heç nə edə bilmir. Təcrübə də bunu göstərir. Onu elədi, bunu elədi, onu elədi, bunu elədi, ondan sonra artıq heç nə edə bilmir və indi çıxmaq istəyir. Biz burada bir də bir məqama... Çünki aynı 12-si də 24 saatlıq gəldi, təyyarəsini atdı, çıxdı, getdi, məsələni bitirdi. İndi gərək bu 24 saatı o başa yox, bu başa salaydı, axıra yaxın salaydı ki, heç olmasa qalib kimi çıxa biləydi. Yəqin sizin bu tövsiyənizi eşidərlər. Mən deyərəm ki, onu xəyal müəllim də təsdiqlədi, bəlkə ondan sonra eşidərlər. Elçin müəllim, deməli, bax, biz burada başqa bir diqqətimizi başqa bir məqama yönətməliyik. Bax, bundan sonra nə olacaq? Bax, İran bundan sonra hansı addımlar atacaq? O qonşu ölkələri ilə hansı münasibəti? Bəli, xüsusən də sepah rejimi. Bəli, sepah rejimi. Mən düşünürəm ki, İran tərəfi artıq bu dəfə, bu imkandan sonra əslində qonşu ölkələri ona qarşı çox layal yanaşdılar. Ərəb körfəz ölkələri. İncə bax, Qətərdən də bir açıqlama gəldi ki, İran qonşu dövlətimizdir və biz onunla yaşamağa öyrəşməliyik. Bəli, bax, İrana da bu çağırışdır. Əslində, İran tərəfi dəfələrlə psixoloji həmlələr edib ki, biz Səudiyyə Ərəbistanı bizim qonşu dövlətimizdir, qardaş ölkəmizdir, biz Səudiyyə Ərəbistanları, ərəbləri özümüzə düşmən hesab etmirik. Amma bu sadəcə bəyanatlarda deyilməməlidir. Bu, real əməldə də olmalıdır, real siyasətdə də olmalıdır. Baxın, Azərbaycana və Türkiyəyə, ən son Türkiyə dünən də bir raket hücumu edildi. Sepah tərəfi. Bu proseslər ona gətirib çıxarmalıdır ki, İran qonşu ölkələrlə dost münasibəti, əməkdaşlıq münasibəti qurmalıdır. Yoxsa əvvəlki siyasət olacaqsa, bizim qırmızı xəttimiz var, başqa bir deməli, mövqeyimiz var. Bu siyasət gələcəkdə İrana münasibətdə qonşu dövlətlərinin eyni münasibəti ortaya qoymayacaq. Çox haqlısınız. Hətta mən bir şey deyim. 2 gün öncə Pezeşkan Türkiyəyə təşəkkür edir, Rəcəb Tayyib Ərdoğana təşəkkür edir, yenidən ora raket yönləndirir. Yəni, bax, bu İran siyasətinin İndi bunu mozaika idarə etməsi ilə də əlaqələndirə bilərlər ki, bu Tehranın bundan xəbəri olmayıb, hansısa bir əyalətdən, hansısa bir, belə deyim, onlarda federativ idarə etmə quruluşudur, hansısa bir Ostanın rəhbərliyi bu addımı atıb, bunu da əsaslandıra bilərlər, amma biz bilirik ki, müharibə dövründə ola bilər ki, mərkəzi idarə etmə yoxdur, mərkəzi idarə etmə bütün dövlətin ərazisinə nəzarəti edə bilmir, ola bilər, amma müharibədən sonra mən düşünmürəm ki, bunu hansısa belə bir bəhanələrlə əlaqələndirmək olar və İran dövləti həm Azərbaycanın, həm Türkiyənin, həm də hətta ərəb ölkələrinin hücuma məruz qalsalar belə yanaşmasını ciddi dəyərləndirməlidir, doğru dəyərləndirməlidir ki, bu müharibədə İranın bu vəziyyətə gətirib çıxarması prosesləri həmin o qonşu dövlətlərinin münasibəti də bu prosesdə müsbət təsir göstərib. Düzdür, o demək deyil ki, İrana imkan yaratdılar ki, onların ərazisini vursun. Sadəcə bu oyuna gəlmədilər. Bu təxribatçı planın tərkib hissəsi olmadılar. Və Amerika Birləşmiş Ştatlarının okeanın o tayından 10.000 kilometrlik məsafədən gəlib, İsrailin 2.000 kilometrlik məsafədən gəlib, İran ərazisində mülki obyektləri hədəfə alması ilə bağlı planın tərkib hissəsi olmadılar qonşu dövlətlər. Mən düşünürəm ki, əslində bu doğru dəyərləndirməlidir və İran dövləti əgər gələcəkdə iqtisadi cəhətdən inkişaf etmək istəyirsə, yenə də özünü təcrid olunmuş bir dövlət
statusuna gətirib çıxarmaq istəmirsə, artıq o siyasətində, ana xəttində ciddi dəyişiklik etməlidir. Və bundan sonra bəli, qonşu dövlətlərin də ona münasibəti dəyişəcək, İranla əməkdaşlıq inkişaf edəcək və bu da elə İranın da inkişafına gətirib çıxaracaq. Bu baxımdan mən düşünürəm ki, ən doğru, belə deyim, hücum, ən doğru siyasət bu olacaq ki, elə Amerika Birləşmiş Ştatlarının da vaxtında regiona gətirib çıxarmasının əsas səbəblərindən biri də buydu. İran bütün qonşularla düşmən siyasəti yürüdəcəksə, yenə də başqa güclər, bugün Amerika Birləşmiş Ştatları, sabah Avropa olub, gələcək körfəzə və yenə də həmin o dövlətlərə təhlükəsizlik çətiri vəd etmək yolu ilə regiona yerləşəcək. Əslində İran üçün böyük bir tarixi fürsətdir və İslamabadda keçirilən görüş bu tarixi fürsət üçün də böyük bir əsas yaradır. Yəni yeni bir platforma yaradıla bilər. Yəni Pakistandır, Misirdir, Səudiyyə Ərəbistandır, Türkiyədir, İrandır. Bunlar kifayət qədər önəmli regional dövlətlərdir. Və nə qədər də məzhəb fərqliliyi olsa da onları birləşdirən strateji hədəf regionun təhlükəsizliyi ilə bağlıdır. Regionun təhlükəsizlik arxitekturası region dövlətlərinin iştirakı və inisiativi ilə qurulacaq, yoxsa yenə xarici qüvvələr, qlobal güclər bunda əsas təşəbbüskar olacaq? Bax, bundan sonraki mərhələdə İranın ortaya qoyacağı mövqedən ciddi ölçüdə asılıdır. Ümumiyyətlə, İran mən hesab edirəm ki, eyfariyaya qəti şəkildə qapılmamalıdır. Çünki İran bu vəziyyətdə, əgər bu şərtlər altında toqquşmalar dayanarsa, İran bir şey artıq dərk etmiş olacaq. Həm İran, həm bütün dünya artıq gördü ki, İran qısa müddətli müharibədə devrilməyəcəkdir. Lakin bu o demək deyil ki, İran əgər devrilmirsə, İran regionda yeni bir eyfariyaya qapıla bilər. İran əgər regionda yeni bir eyfariyaya qapılsa, özünü tarixdə Yaponiyada Shogun rejimi, o qapalı, tamamilə hərbiləşmiş bir rejimə çevirərsə, bu İranın gələcəkdə iqtisadi potensialını kifayət qədər geri salacaqdır. Onsuz da İran Vallahi elə bir rejimə salsa bir təhlükəsi yoxdur, özü bilər, öz əli öz başı. Salmır axı, əlini, caynağını, şirin quyruğu bir yana gedir, caynağı bir yana gedir. Məsələ təhlükə olardır. Radikallaşmaya da gətirib çıxara bilər və xüsusilə Körfəz ölkələri onsuz da İranın münasibəti yaxşı deyil. Bir də belə bir məsələ var ki, Körfəz ölkələrinin də bəyəxəyal məndə vurğuladı, artıq ABŞ-dan tam olaraq ABŞ-a köhnə dövrdə kimi güvənmirlər. Çünki Dubaya və digər Körfəz ölkələrinə, xüsusilə Qətərə olan hücumlar və bu hücumların demək olar ki, qarşısının alınmaması, amma İsrailə olan hücumların kifayət qədər ABŞ ordusu tərəfindən qarşısının alınması, yəni bacara bildiyi qədər, bu onu göstərdi ki, həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də digər Körfəz ölkələri artıq başa düşürlər ki, regional konstruksiya dəyişilməlidir. Tamamilə ABŞ-ın belə deyək ki, çətiri altında bir müdafiə sistemi və ya bir əlaqələr sisteminin inkişaf etməsi qeyri-mümkündür. Ona görə regionla İran arasında yeni bir ağ səhifə açıla bilər əslində. Bu İran üçün də fürsətdir və İran əgər eyfariyaya qapılmayıb bu fürsətdən yararlana bilərsə, həm Azərbaycan da daxil olmaqla region ölkələri kifayət qədər uğurlu dialoq qura bilər, həm də öz iqtisadiyyatını və infrastrukturunu qısa müddət ərzində bərpa edə bilər. Mənə elə gəlir ki, sizin dedikləriniz o vaxt real olardı ki, əgər ali dini rəhbər öldürülməzdirsə, Larijani öldürülməzdirsə. Ali dini rəhbəri region öldürmədi axı, ali dini rəhbəri İsrail Amerika öldürdü. Yəni buna Qətər neynəsin? Mən demirəm, region öldürdü. Mən başqa şey deyirəm. Yazım müəllim, mən başqa şey deyirəm. Deyirəm ki, əgər onlar öldürülməsəydi, bu dediyiniz prosesə İran razılaşardı və yaxud da bu fəaliyyət istiqaməti ilə gedərdi. Amma Sepahın gedəcək yeri qalmayıb. Çünki müharibə bitdikdən sonra Sepahın sonraki taleyi özü ciddi bir məsələdir. Sepah ya mövcud olacaq, ya olmayacaqdır. Mövcud olacaq. Savaşlar yox, biz də elə deyil, terror təşkilatı və s. məsələlər var. Sepah bu cəzaları... Yəqin münasibətləri dəyişəcəklər də. Sepahın. Mən bilmirəm, amma hər halda Sepah bunu istəməyəcək. Daha dəyişiklər gedə bilər, daha da geri çəkilə bilər. Yəni bu da mövcud ola biləcək, çünki unutmayaq da, yəni bir çox məsələ, Taliban da vaxtilə böyük bir terror təşkilatıdır. Bugün Taliban artıq hakimiyyətdədir. Yəni Sepah hər halda Taliban vəziyyətində deyil və ola bilər ki, Sepah adını dəyişsin, mövqeyini dəyişsin. Yəni mövqeyi dəyişsin, tabii ki, radikal mövqeyi dəyişinə söhbət getmir. Yəni arxitekturada biraz dəyişilə gedərək və unutmayaq ki, onsuz da... Yəni Sepah olmayacaqdır, adını dəyişdirsə və yaxud da o dediyiniz dəyişiklik edilsə artıq Sepah olmayacaq. Struktur məsələsidir. Yəni əsas strukturunu... Sepah da olmayandan sonra artıq o iddialar və s. də dəyişir. Post-münaqişə dövrü İran nələri edə bilər və nə qədər təhlükəli? Mən burada müzakirələrdən belə başa düşdüm ki, əgər bugün ABŞ-İsrail geri çəkilsə, İran daha yumuşaq dialoqlara gedəcək və s. fikirlər. Mən əksini düşünürəm. Daha sərt reaksiyalar verəcək. Xüsusən də... Gecə Amerikanıdan dövlət edir. Xüsusən sən kimsən? Türkiyə, sən kimsən? Xüsusən də təhlükə məsələ Azərbaycan verməsi üçündür.
Bu iki ölkə üçün ciddi təhlükə yaradacaq. Və nəzərə alaq ki, Ermənistan deyə bilmərəm, Ermənistana heç bir təhlükə olmayacaq, əksinə. Nə cür təhlükə olacaq? Öz əsarəti altına salma. Onsuz da elədir də, yəni faktik olaraq. Burada başqa bir şey olacaq. Unutmayaq ki, İranın Xarici İşlər Nazirliyinin, ümumiyyətlə xarici siyasət doktrinasında Azərbaycan anlayışı yoxdur və onun mövcudluğunu görmək istəmir. Onlar öz astanının adı hesab edirlər. Sabahda deyəcək ki, mən ABŞ qalib gəlmiş dövlətəm. Vəssalam, nə deyəcəksiniz? İranın rəsmi doktrinasında İsrailin dövlət kimi yox olması, məhv olması da var, bilirsiniz. Onsuz da elədir. Vəziyyətdən əgər İran belə çıxsa, yəni deyəcək ki, mən məhv elədim. Niyə? Çox üzr. Çünki bilirsiniz, birincisi, yəni Azərbaycan regional bir gücdür. Bunu artıq İran da mən hesab edirəm ki, dərk edibdir. Onun doktrinasında çox şey var. İranda çox radikal adamlar var. Onların elə onlar da bu dəqiqə hakimiyyətdə. Hər cürdə onlar dəlillik etməyə hazırdılar. Onların hakimiyyətdə tam olaraq o olsaydı, məsələn, bugün İranın nə qədər İsraillə müharibədə belə ehtiyatla davrandığını görürük. Yəni, hər halda raket hücumlarının sadəcə 17% təqribə istiqamətlərdir. Amma mən əminəm ki, İran daxilində o qədər radikal adamlar, deyər ki, 100% də İsrailə yönəlsin. Kazım əmi, əgər siz istəyirsinizsə ki, post-münaqişə dövrü İranından Azərbaycana dost ölkəyə yaradasınız, bu başqa, amma bu real görünmür axı. Biz elə olacaq deyə demədik. Sadəcə olaraq İran üçün bu tarixi fürsətdir deyə. Onlar, mən bilmirəm. Elçin müəllim, indi bu İran, biz Amerika və Birləşmiş Ştatların və İsrailin geri çəkilməsini o demək deyir ki, İsrail buradan yox olmayacaq. Ona görə Sepahın mövcudluğu İsraillə münasibətdə yenə də davam edəcək. Amma bu heç də o demək deyir ki, İranın doktrinasında nəsə varsa, dünya öz nizamını, intizamını İranın doktrinasına görə qurmalıdır. Azərbaycan bugün... Niyə də yox? Amerikaya qalib gəlmiş dövlət. Yox, qalib gəlmək bilirsinizmi? Bilirsinizmi, İranın özünün də infrastrukturu dağılıb, İranın özünün... O da qalib gəlibdir. Kim ağalıq eləsin, üzr istəyirəm? Kim ağalıq eləsin? Vietnam da onda bütün Cənub-Şərq Asiyada hegemon dövlət. Belə eləyir də, pis də deyil Vietnam vəziyyəti. Bir məsələ var ki, əgər region dövlətləri, bayaq çox da yaxşıdırlar. Xəyal müəllim ətraflı şəkildə qeyd elədi. Əgər region dövlətləri bu qədər praqmatik mövqe nümayiş etdirməsəydi, onlar bu təxribata getməsəydi, müharibəyə qoşulmasaydı, İran bu qədər davam gətirə bilərdimi? İrana hücum sadəcə bir tərəfli qaydada. Region dövlətləri qoşulsa, quru əməliyyatlarında Amerikanın 50 min ilə qarşı-qarşıya deyil. Təbii ki, Körfəz ölkələri xüsusilə nəzərdə. Qoşulmasalar belə şərait yaratdılar ki, İran vurulsundur. Nə olsun? Türkiyənin ərazisində... Nə ilə qoşulacaq? Səudiyyə də başqa. Türkiyənin ərazisində İran... Türkiyə heç vaxt ona gələcək. Türkiyənin ərazisində İran vurulubmu? Qətərin neyi var? Burada bir fikir səsləndirildi. Azərbaycan və Ermənistan üçün, siz doğru qeyd edirsiniz, Ermənistan bizim üçün, yəni, düzdür, region ölkəsidir, amma Azərbaycan əsas bizim üçün əməliyyat kəsb edir. Orta dəhliz anlayışını Azərbaycan dövləti ona görə inkişaf etdirmək istəyir ki, orta dəhliz bütün dünyada ticarət yolları uğrunda müharibə gedir. Həm də təhlükəsizlik garantıdır. Hörmüz boğazına görə Amerika Birləşmiş Ştatları niyə geri addım atmaq məcburiyyətindədir? Çünki müqəddəs yerlərdir. Yaxşı müqayisə idi, bəli, haqlısınız. Ona görə mən düşünürəm ki, orta dəhliz reallaşandan sonra İranın həmin o dəhlizə öz istəyindən yox, beynəlxalq qlobal səviyyədə baş verən proseslərlə Çinin özü belə İranı o prosesdən kənarda qoymaq məcburiyyətində qoyacaq. Ona görə mən düşünürəm ki, yəni bizə də maraqlıdır ki, İran buna nə cür reaksiya verəcək də. Bax, odur da. Əsas məsələ budur ki, İran belə deyək də, mən burada klassik, bir dəqiqə üzr istəyirəm, çox xahiş edirəm. Daha əvvəlki kimi bu müharibədə klassik bir qələbə elanı olmayacaq. Məsələn, deyək ki, mən qazandım, qələbə bayramı keçirdirəm. İran eləyər. Yəni bu ən az Azərbaycan Ermənistandakı kimi olmayacaq. Yəni ki, biz qələbə günü ki qeyd edirik. Bu elə bir klassik modeldə olmayacaq ki, mən qələbə çaldım. Amma faktiki olaraq regiondakı həmin o söz sahibliyini geri qaytarmaq məsələsi var. Çünki müharibənin formatı başqadır. Azərbaycanla Ermənistan arasında konkret işğal faktı var idi, işğala son var idi. İndi siz təsəvvür edin. Burada strateji hədəflər və qlobal güc uğrunda mübarizə gedir. Bayaqki ilk toxunduğum mövzuya qayıtsaq, sona qədər vuruşduq, cihad elədik, biz qazandıq. Bizi məğlub edə bilmədilər. Elədir də. İran o zəfər 31 gündə, 32-ci gündə elədi. Çox üzr istəyirəm. İran bilirsiniz, İran biraz ticarət, yəni İranda bazar belə deyək kültürü bayaq qədər geniş yer. İran o qədər də bilirsiniz, ola bilər İranda mən yenə də bu radikal fikirli insanlar var və hakimiyyət onsuzda 79-cu ildə formalaşanda radikallar da var idi. Lakin İranın elə bir şansı yoxdur regionda, mən bundan sonra... Bir dəqiqə, ticarət deyəndə yəni döyüşkən deyil, tacir xalqdır.
Kifayət qədər yəni ticarət. Axı Elçin müəllim dedi döyüşkən xalqdır. Mən bilmirəm, verilişin əvvəlində o idi. Demək istəyir ki, hərbiləşmiş, tam hərbiləşmiş İranın o ticarət əlaqələri ayrı məsələdir. İranın ticarət hamının var. Müharibə təcrübələri, amma yaxşı ticarətdə qorunmursa, karvan yolları da qorunmursa, bazarlar da qorunmursa. Elçin müəllim, üzr istəyirəm, Ukrayna döyüşkən xalqdır deyə bir anlayış var idi. Ukraynalılar öz torpaqlarını qoruyurlar. Aydındır, gəlin Ukrayna mövzusunu sonra müzakirə edəyəm. Mən hər birinizə təşəkkür edirəm, amma indi artıq reklam vaxtı deyil, artıq verilişin bitmə vaxtıdır. Ona görə də fürsətimiz olmayacaq. Tamaşaçılara da təşəkkür edirəm, sizə də təşəkkür edirəm. Görüşərik.